Əziz və dəyərli seminar iştirakçıları, bugünkü mövzumuz vahid bəyannamənin izahıdır və biz sizinlə bugün onlayn qaydada vahid bəyannamənin izahını və doldurulması qaydası ilə ətraflı məlumat əldə edəcəyik. Vahid bəyannamə nədir? Bizim doğru dediksə DSVF hesabatımızdır. Hansı ki, hər rüb bitdikdən sonra növbəti ayın ellipsinə qədər təqdim edilir. Yəni biz ildə 4 və bu bəyannaməni təqdim edirik və bunun ödənişləri isə baxmayaraq ki, biz hesabatı 3 aydan bir təqdim edirik. Sosial ödənişlər onlar hər ay bitdikdən sonra növbəti ayın 15-nə qədər, yəni əmək haqqı ödənildiyi gün, əmək haqqı ödənişləri edildiyi zamanda ayın 15-nə qədər ödənilməlidir. Əks təqdirdə burada müəyyən ötmüş günlərə görə penyalar hesablanılır. Ona görə zamanında biz vaxtında sosial ödənişlərimizi icra etməliyik. Bilirik ki, bizim əslində yeni portalımız var. Yeni portalımız neotax.gov.az-dır və bütün məlumatlarımız, bütün köhnə sistem artıq Neotax-isə inteqrasiya edilib, lakin bir dənə vahid bəyannaməni köhnə sistemdə biz hazırlayıb və yığa bilirik. Vahid bəyannaməni artıq biz ya asan imza vasitəsilə daxil oluruq və yaxud da kod parol şifrə ilə əslində keçən il kod parol şifrə ləğv edilmişdi, amma artıq yenidən bərpa edildi, çünki ehtiyac var və kod parol şifrə ilə siz girib vahid bəyannaməni yarada bilərsiniz, amma təsdiq edilməsi mütləq şəkildə asan imza vasitəsilə həyata keçirilir. Kod parol şifrə vasitəsilə daxil oluruq bölmə, görürsünüz ki, ən sonuncu bölmə muzlu və qeyri-muzlu işlə əlaqədar vahid bəyannamə. Yəni, əvvəllər biz sosial və işsizlik sığorta üzrə bəyannaməni ayrı-ayrılıqda hazırlayırdıq, amma artıq bu birləşdirilib və bir vahid bəyannaməyə əlavə edilib. Daxil ol düyməsini seçirik və daxil oluruq sistemimizə. İlk növbədə mən sizə vahid bəyannaməni birinci fərdi sahibkar üzərində izah etmək istəyirəm, daha sonra isə şirkət üzərində, yəni işə götürən üzərində də izahını keçəcəm. Deməli, biz fərdi sahibkar adından sistemə daxil olanda sol tərəfdə bizdə menyu təqdim edilir və menyuda 3 seçenek var. Yeni bəyannamə, qaralamalar və göndərdiklərin. Biz təbii ki, yeni bəyannaməni hazırlaması üçün yeni bəyannamə hissəsinə daxil oluruq və burada bizə yeni bəyannamə açılır. İlk səhifədə vergi ödəyicisi haqqında məlumatlar hissəsi var və vergi ödəyicisi haqqında biz müəyyən məlumatlar doldurmalıyıq ki, növbəti sosial ödənişlərin hesablanması bölmələrinə daxil olaq. Birinci növbədə bizə gələn sığorta uçot nömrəsidir. Sığorta uçot nömrəsi nə zaman bizə təqdim edilir? Vergi ödəyicisi nə zaman ki, vergi orqanlarından qeydiyyatdan keçirsə, qeydiyyatdan keçdiyi gündən ona sığorta uçot nömrəsi verilir. Bəzi hallarda elə olur ki, misal üçün şirkət açırlar. Şirkət açdığın gündən vahid bəyannaməni təqdim etmək istəyəndə sığorta uçot nömrəsi ya aşkar edilmir, ya da verilməyib. Yəni, bəzən olur ki, yəni tam inteqrasiya olunmur, tam açılmır. Belə olan halda biz 142 nömrə ilə əlaqə saxlayırıq və 142 nömrədə müraciət edirik ki, bizə sığorta uçot nömrəsi verilsin və yeni sistemimizə inteqrasiya edilsin. Yəni ki, sığorta uçot nömrəsinin müəyyən yeni şirkət açılanda müəyyən problemlər ola bilər. Bununla bağlı da narahatçılıq yoxdur. Sadəcə 142-yə zəng vurub bildirə bilərsiniz bununla bağlı. Yenə deyirəm, bu avtomatik olaraq hər dəfə təqdim edilir bizə. Bəyannamənin növü, deməli bizdə gördüyünüz kimi 5 seçim var. Cari, ilk dəfə biz bəyannaməni hazırlayanda carini seçirik. Dəqiqləşdirilmiş, əgər hər hansısa bir səhv varsa və yaxud uyğunsuzluq varsa vahid bəyannamə ilə bağlı, biz dəqiqləşdirilmiş bəyannamə növünü seçirik. Ləğv olma və ləğv olmanın dəqiqləşdirilməsi nə zaman ki, biz fəaliyyətimizi ləğv edirik və uçotdan çıxırıqsa, o zaman biz ləğv olma bəyannaməsini təqdim edirik sonuncu bəyannamə olaraq. Və əgər ləğv olma bəyannaməcədə uyğunsuzluq gəlibsə, o zaman ləğv olmanın dəqiqləşdirilməsi bəyannaməni seçəcəyik. Və könüllü açıqlama yalnız o zaman hazırlanır ki, nə zaman ki, yoxlama aparılır və yoxlama zamanı biz özümüz könüllü şəkildə açıqlama verə bilərik bizim müəyyən dövrlərimizə. Bəli, biz bugün cari bəyannaməni hazırlayacağıq və hesabat dövrü olaraq biz dedik ki, bizə vahid bəyannamə rüblük təqdim edilən bir hesabat növüdür və ildə 4 dəfə təqdim edilir və biz artıq burada rüb seçirik, bizə uyğun olan və ili seçirik. Daha sonra gəlir arayış hesabatı. Müəyyən zamanlar fərdi sahibkarlar və yaxud da hüquqi şəxslərdə əgər fəaliyyət yoxdur, işçi yoxdur, məsəl üçün hüquqi şəxslərdə yəni işçi yoxdur, boş hesabat təqdim edilə bilər. Amma fərdi sahibkarlarda məsəl üçün fəaliyyət olmadığı təqdirdə boş hesabat təqdim edilə bilər və boş hesabat təqdim ediriksə, yəni ümumiyyətlə fəaliyyətimiz yoxdur, işçimiz yoxdur. O zaman biz arayış hesabatının bəli düyməsini seçəcəyik, bəli seçəcəyik. Amma əks təqdirdə əgər bizim fəaliyyətimiz olubsa, biz xeyr seçəcəyik. Gəlirik fəaliyyət növünün kodlarına. Fəaliyyət növünün kodları burada görürsünüz ki, məcburi dövlət sosial sığorta üzrə kodumuz var, icbari tibbi sığorta üzrə və vergi üzrə. Plus bizim də məcburi dövlət sosial sığortanı seçəndə işsizlik üzrə də çıxmalıdır.
Bura kodları seçmədən öncə sizə fərdi sahibkarın məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının hesablanması qaydaları ilə tanış etmək istəyirəm. Deməli, ümumiyyətlə, muzlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığorta olunanlar sahibkarlıq fəaliyyəti üzrə onlarda 2026-cı il yanvarın 1-ədək hesablamalar bu cürlə aparılır. Yəni ki, bizim bu il son formatda olur bu hesablama qaydalarımız. İndi 2026-cı ildən bu cürlə davam edəcək yoxsa yox, biz növbəti ildə bunu biləcəyik. Ümumiyyətlə, bu il bizdə minimal əmək haqqı 400 manat oldu. Keçən ildə 345-dən 400 manata qalxdı və fərdi sahibkarlar onların fəaliyyət göstərici sahəsinə uyğun olaraq vergi dərəcələri və sosial ödənişlər faiz dərəcələrinə uyğun olaraq fərqləndirilir. Misal üçün, siz fərdi sahibkarsınız və tikinti fəaliyyəti ilə məşğulsunuz. O zaman siz tikinti sahəsində fəaliyyət göstərirsinizsə, minimal əmək haqqının 50% qədərində sizdə məcburi dövlət sosial sığorta haqqı hesablanır. Yəni 400 manatın 50%, bu da eləcə 200 manat. Əgər siz digər sahələrdə fəaliyyət göstərirsiniz, bu ticarət və digər fəaliyyətlərdir. Burada artıq minimal əmək haqqının 25% miqdarında, yəni 100 manat məbləğində sizdə məcbur dövlət sosial sığorta haqqı üzrə hesablanılır. Lakin bu da son deyil. Yəni sizin fəaliyyətinizi göstərdiyiniz əraziyə uyğun olaraq bunlar da dəyişə bilər. Misal üçün, əgər siz tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkarsınızsa və Bakı ərazisində fəaliyyət göstərirsinizsə, o zaman hesablanan sosial ödənişin 100% dəyərində siz məcbur dövlət sosial sığorta haqqı ödəməlisiniz. Əgər Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərirsiniz tikinti sahəsində, o zaman 200 manatın 90% məbləğində siz məcburi dövlət sosial sığorta haqqına cəlb edilirsiniz. Digər şəhərlərdə 80%, rayonlarda və rayon inzibati ərazi vahidləri, inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60%, yəni 200 manatın 60%-dir. Kənd yerlərində isə 50%, yəni 200 manatın 50% miqdarında siz məcburi dövlət sosial sığorta haqqına cəlb edilirsiniz. Digər sahələrdə isə 25% 100 manat, yəni eyni qaydalar. Bakı şəhərində fəaliyyət göstərirsinizsə, misal üçün ticarətdir, pərakəndə ticarətlə məşğulsunuz və yaxud da topdan ticarətlə məşğulsunuzsa, yəni fəaliyyət kodunuza uyğun olaraq, vergi orqanlarında qeyd edilən fəaliyyət koduna uyğun olaraq, o zaman yəni Bakıda fəaliyyət göstərirsinizsə, hesablanmış sosial məcburi dövlət sosial haqqının 100%, Gəncədə 90%, digər şəhərlərdə 80%, rayon və qəsəbələrdə 60%, kənd yerlərində 50%. Bu cürlə hesablanır. Bəli, aylıqdır. Yəni ki, bu hesablanan məbləğlər bunlar aylıqdır. Eyni qaydada icbari tibbi sığortada da hesablama qaydaları buna uyğun olaraq aparılır. Misal üçün, icbari tibbi sığorta fərdi sahibkara görə necə hesablanılır? Yenə minimal əmək haqqı uyğun olaraq hesablanılır. Deməli, vergi ödəyicisi kimi vergi koduna alınmış fiziki şəxslər, misal üçün, bu fərdi fiziki şəxslər hansı ki, sığortalı qismində özləri çıxış edirlər. Bunlarda 400 manatın, yəni minimal əmək haqqının 4% miqdarında hər ay icbari tibbi sığorta büdcəsinə ödənilməlidir. Misal üçün 400 manatı vururuq 4%-ə, burada eləcək 16 manat. Mülki hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslərə münasibətdə, yəni mülki müqavilə əsasında, mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərənlər də onlarda gəlirlərin 8000 manata qədər olan hissəsi 2%, 8000 manatdan yuxarı olan hissəsi 1%. Digər sığorta olunanlarda 48%-dir və muzlu işləyən fiziki şəxslər burada artıq sığortalı tərəfinə işçinin əmək haqqısının 8000 manata qədər hissəsi 2%, 8000 manata yuxarı olan hissəsi 0,5%. İndi bunu biz şirkətdə bunu daha ətraflı keçəcəyik. Yəni şirkətdə hesablama qaydası ilə tanış olacaq. Amma belə əgər siz fərdi sahibkarsınızsa, siz aylıq 16 manat icbari tibbi sığorta büdcəsinə ödəniş etməlisiniz. Hər ay deməli 16 manat belə və məcbur dövlət sosial sığorta haqqını da hər ay bitəndən sonra növbət ayın 15-nə qədər büdcəyə köçürülməlidir. Bəli, yəni göstərdiyiniz fəaliyyətinizə və fəaliyyət göstərdiyiniz əraziyə uyğun olaraq hesablanır. Bəli, Nigar xanım, buyurun. Bir daha axşamınız xeyir. Bu rəqəmlər fərdi sahibkarın öz əmək haqqı üçündür, yəni özü üçündür də. Əgər o işçi işə götürürsə, onun üçün deyil, Bəli, düzdür? bəli, bəli. Bu sırf fərdi sahibkara görə hesablanan məcburi dövlət sosial sığorta haqqıdır və icbari tibbi sığortadır. Yəni bu artıq işə götürən kimi deyil, özünə görə, fərdi sahibkar kimi özünə görə hesablanan sosial ödənişlərdir. Aha, bir də o mülki müqavilələri başa düşmədim mən. Hı hı. Bu fərdi sahibkar mülki müqavilə imzalayırsa, yoxsa necə?
Bəli, fərdi sahibkar artıq mülkü hüquqi müqavilə əsasında işlər görürsə, fiziki şəxssə, yəni orada artıq onda hesablama qaydası bu cür aparılacaq. Yəni gəlirlərin 8 min manata olan hissəsi 2%, 8 min manatdan yuxarı olan hissəsi 1% miqdarında. Yəni mülki hüquqi müqavilələr əsasında işlər yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin yerinə yetirilməsini cəlb edilən şəxslərə aiddir. Yəni gəliri əldə edən tərəfə aiddir bu. Bəli, Aydın. bəli. Çox. Buyurun. Tak, başqa suallar var bugünkü bu məcburi dövlət sosial sığorta haqqı ilə və icbari tibbi sığortanın sırf fərdi sahibkarlara görə. Yəni bu əgər fərdi sahibkarın hələ ki işçisi yoxdur. Təbii ki, işçisi olanda o həm də sığorta edən kimi və sığorta işçilərinə görə də əlavə orada hesablamalar təbii ki hesablanılacaq və aparılacaq və bəyannamələr təqdim ediləcək. Deməli, fəaliyyət növünün kodu görürük ki, burada açanda əgər fərdi sahibkar sadəcə özünə görə və özü fəaliyyət göstərir, yəni işçi cəlb etmədən fəaliyyət göstərirsə, o zaman biz 700 ilə başlayan nömrələrdən, kodlardan birini seçəcəyik, hansı ki bizə uyğundur. Yəni gördüyünüz kimi burada 700 ilə başlayırsa, ticarət sahəsində sahibkarlıq fəaliyyəti, yəni Bakı şəhər, Sumqayıt, şəhərlər, rayon, kənd. Yəni ki, bu nəyə görə belə ayrı-ayrılıqda hesablanır? Sırf onun göstərdiyi əraziyə uyğun olaraq hesablanacaq məcburi dövlət sosial sığorta haqqı ona görə. Ola bilər ki, siz elə bir fərdi sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz ki, siz məsələn bir ay Bakıda fəaliyyət göstərsiniz, bir ay məsələn Gəncədə fəaliyyət göstərsiniz, bir ay Sumqayıtda fəaliyyət göstərsiniz, onda siz üçünü də seçməlisiniz. Misal üçün ticarət sahəsində sahibkarlıq fəaliyyətimizi göstəririk digər şəhərdə, misal üçün Bakıda da fəaliyyət göstəririk, Gəncədə də göstəririk. Misal üçün bir ay, bir ay, bir ay. Elə olan biz üçünü də seçirik. Daha sonra icbari tibbi sığorta üzrə yenə biz fərdi sahibkar olaraq yalnız 2200 kodu seçirik. Digələri bizə aid deyil. Digələri əgər işçi qüvvəmiz olsaydı biz artıq işə götürən olaraq da 2100 kodu seçərdik. Hələ ki biz sadəcə fərdi sahibkar olaraq fəaliyyət göstərdiyimizə dair məlumatları doldururuq. Fəaliyyət növünün kodu da vergi üzrə kod. Bu bizim neotaxsis.gov.az portalından öz şəxsi məlumatlar hissəmizdə əsas fəaliyyət kodumuz nədirsə onu qeyd edirik. Biz burada nümunəvi olaraq mən burada istənilən bir kodu seçirəm və vergi ödəyicisinin qrupu görür ki, vergi məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi. Və bu ilk vergi ödəyicisinin haqqında ümumi məlumat hissəsi bu qədərdir. Növbəti bölməyə daxil olanda biz artıq burada sığorta olunanlar barəsində məlumat göstəririk. Yəni fərdi sahibkar özünə görə hesablanan məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqında məlumatları doldurur. Yəni qeyd etdiyimiz kimi burada fikir verirsinizsə, biz 3 dənə kod əvvəlcədən seçmişdik ki, biz məsəl üçün Bakıda da fəaliyyət göstəririk, Gəncədə də və digər şəhərlərdə də. Və biz bir-bir onları işləyəcəyik. Misal üçün ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Bakı şəhərini seçirik. İcbari tibbi sığorta məqsədləri üçün fərdi sahibkar. Yəni avtomatik olaraq bu kodlar seçir. Sadəcə siz yuxarıda qeyd olunan 3 koddan birini seçirsiniz və ona uyğun olaraq da məlumatları aşağıda göstəririk. Görürük ki, bizə yeni açılan pəncərədə ilk növbədə fərdi sahibkar haqqında məlumatlar qeyd edilir. Bunlar avtomatik olaraq qeyd edilir və aşağıda göstərilir göstəricilər 1-ci, 2-ci, 3-cü ay. Tək biz 4-cü rüb vahid bəyannaməni hazırladığımıza görə 4-cü rübün 1-ci, 2-ci, 3-cü ayı nəzərdə tutulur. Misal üçün 4-cü rüb bizdə oktyabr, noyabr, dekabr. Yəni birinci ay olacaq oktyabr, ikinci ay noyabr, üçüncü ay dekabr. Və burada görürsünüz ki, avtomatik olaraq minimal aylıq əmək haqqı hesablanmış məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı qeyd edilib. Sadəcə bizdə 345 manat qeyd edilib. Nəyə görə? Çünki mən 2024-cü ilin 4-cü rübü seçmişəm, amma artıq birinci rübü siz hazırlayanda burada avtomatik olaraq 400 manat seçiləcək. Bəli, burada artıq biz göstəririk ki, mən Bakı şəhərində fərdi sahibkar olaraq hansı aylarda fəaliyyətim olub. Misal üçün, ola bilər ki, biz Bakı şəhərində yalnız oktyabrda fəaliyyətim olub, noyabrda, dekabrda olmayıb. Mən ikinci və üçüncü aylar üzrə fəaliyyətim olmayıb quş olaraq qoyacağım və görürsünüz ki, avtomatik olaraq məni sosial borcları, DSMF, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqları sıfırlandı və göstərilir yalnız birinci aya görə hesablanmış məcburi dövlət sosial sığorta və hesablanmış icbari tibbi sığorta haqqı. Əlavə et düyməsini seçirik və yenə də əlavə et düyməsini seçirik və indi biz digər şəhərlərdə fəaliyyət göstərdiyimizə görə də yenə də biz mütləq şəkildə ikinci dəfədə doldurmalıyıq. Yəni biz əgər birinci səhifədə bunları seçməsəydiksə, bunlar bu seçənəkdə
göstərilməyəcəkdir. Yalnız Bakını qeyd etsəydik, yalnız Bakı çıxacaqdı. Biz 3 dənə kodu seçdiyimizə görə 701, 702, 703, üçü də çıxdı bizə. İndi biz digər şəhərlərdə tutaq ki, fəaliyyət göstərmişik. Məsəl üçün, oktyabrda fəaliyyətə göstərdik, sonra getdik noyabrda başqa bir şəhərə. Və orada artıq biz nə göstərəcək? Göstərəcək ki, mənim oktyabrda fəaliyyətim olmayıb, başqa şəhər, digər şəhərdə və dekabrda fəaliyyətim olmayıb digər şəhərdə. Mənim digər şəhərdə yalnız noyabrda fəaliyyətim olub. Ona görə burada biz boş qoyuruq. Alabek düyməsini seçirik və indi yenə də 3-cü ərazidə fəaliyyət göstərdiyimizə görə, məsələn, Sumqayıt, Gəncə şəhərlərində burada da yenə də göstəririk ki, mənim Sumqayıt və Gəncə şəhərində hansı ayda fəaliyyətim olub? Tutaq ki, dekabrda yalnız fəaliyyətim olub. O zaman biz qeyd edirik ki, oktyabr, yəni 1-ci ay və 2-ci ayda mənim fəaliyyətim olmayıb, 3-cü ayda beləcə boş qalır və özü avtomatik olaraq hesablanılır. Və görürsünüz ki, yenə Sumqayıt və Gəncə şəhəri bayaqlara biz baxanda bu rəqəm 86 manat 25 qəpik idi, amma indi Sumqayıt Gəncə şəhəri seçdiyimizə görə bu düşdü 77, 63 qəpik, 77 manat 63 qəpik. Nəyə görə? Çünki ərazi dəyişildi və dəyişilərək ərazinin vergi sosial dərəcələri də fərqlənir və dəyişilir. Hər ay üçün ərazini də seçə bilərik. Bəli, hər ay üçün də ərazini. Zaten biz hər ay üçün ərazini seçirik. Yəni hansı ərazidə, hansı aylarda fəaliyyət göstərmişsinizsə, onu belə seçirsiniz və göstərirsiniz bəyannamədə. Yəni gördüyünüz kimi biz artıq sığorta olunan barəsində məlumatı göstəririk, qeyd edirik. Hansı ərazidə neçə gün, neçə ay işləmişiksə, ona uyğun olaraq da biz növbəti bölümə keçirik və növbəti bölmədə avtomatik olaraq hesablanmış bizim məcburi dövlət sosial sığorta haqqımız və icbari tibbi sığorta haqqımız hesablanır. Yəni burada məcburi dövlət sosial sığorta haqqımız və icbari tibbi sığorta haqqımız hesablanır. Burada yəni heç bir dəyişikliyə ehtiyac yoxdur. Növbəti bölmə qeyd edirik. Növbəti bölmə qeyd etdikdən sonra biz artıq məlumatları sadəcə yoxlayırıq, qeydiyyata alırıq və yüklənilir, qeydiyyata alındı. Daha sonra nə edirik? Daha sonra biz bu həmin bəyannaməmizi dəyişdirə də bilərik. Müəyyən əgər səhvlər aşkar etdik, özümüz ləğv edə bilərik və yaxud da yoxlaya bilərik. Əgər artıq göndərmək qərarını almışıqsa, yoxlayırıq və təsdiqləyirik. Hesabat yalnız əmək haqqı minimuma əsasən hesablanır. Fərdi sahibkarlar özlərinə görə məcburi dövlət sosial sığorta haqqını və icbari tibbi sığortanı minimum əmək haqqıya əsasən hesablanır. Bəli. Yəni yalnız əgər özlərinə görə. Ya əgər sahibkar artıq işə götürən qismində çıxış eləyirsə, yəni ki, işə götürən qismində çıxış eləyirsə, o demək ki, artıq işçi qüvvəsini cəlb edib, işçi işə götürüb əmək müqaviləsi ilə, o zaman orada hesablamalar tamamilə fərqli olacaq. Özünə görə sahibkar olaraq yenə eyni qaydada minimal əmək haqqı əsasən hesablanacaq, amma işə götürən qismində və işçilərə görə fərqli qaydada hesablamalar aparılacaq. Yeni bəyannamə. İndi isə gəlin elə həmin bu birinci növbədə biz hazırladığımız vahid bəyannamə yalnız o halda hazırlanır ki, Süleymanov Elşən İlyasoğlu'nun işçi qüvvəsi yoxdur. O sadəcə özü ticarət fəaliyyətində fəaliyyət göstərir və Bakı və digər ərazilərdə fəaliyyət göstərir. Yəni onun işçi qüvvəsi yoxdur. İndi isə yeni bəyannamə tərtib edirik. Artıq o zaman ki, onun işçi qüvvəsi var. Belə olan halda necə olacaq? Yenə eyni qaydala ilk hissəsi bu cürlə doldurulur. Cari hesabat dövrü, tutaq 2025-ci ilin 1-ci rübü qeyd edirik. Arayış hesabatı, artıq xeyr, əgər biz boş göndərmiriksə dolu göndəririk. Fəaliyyət növünün kodu, artıq burada biz fəaliyyət növünün kodu nə qeyd edəcəyik? Biz artıq fəaliyyət növünün kodu, əgər işçi qüvvəmiz varsa, biz artıq qeyd edəcəyik ki, muzlu işləyənləri işə götürən sığorta edənlər və bundan əlavə olaraq da bu yenə də fərdi sahibkar olduğuna görə fərdi sahibkarlıq haqqında da kodu əlavə edirik. Yəni bu ticarət sahəsində fəaliyyət göstərirsə, biz artıq göstəririk ki, həm fərdi sahibkar olaraq Bakı şəhərində fəaliyyət göstərir, həm də muzlu işləyənləri işə götürən sığorta edən kimi çıxış edir, yəni işçi qüvvəsi var. İcbari tibbi sığorta və DSMF bu məbləğlər bəli, hər ay bankdan ödənilməlidir. Yəni tutaq ki, bu ay tutaq fevral ayı bitdi. Bax indi martın 15-nə qədər, hətta tövsiyə edirəm ki, martın 10-na qədər siz ödənişləri həyata keçirəsiniz ki, o 5 iş gün ərzində misal üçün şəxsi hesab vərəqəsinə otura bilər. Yəni gecikməsin deyə, yəni ki, bir gün geciksə belə də burada 0,1% peniyə hesablanılır. Yəni bəli, hər ay bizdə ödəniş edilməlidir. Hər ay bitdikdən sonra növbəmiz fevralın ödənişləri martın 15-nə qədər ödənilməlidir. Yəni martın 15-nə qədər artıq şəxsi hesab vərəqəsində oturmalıdır. Bəli, indi isə ikinci situasiya, harada ki, biz fərdi sahibkar olaraq işçi qüvvəsi işə cəlb eləmişik.
Yəni burada biz yenə də unutmuruq ki, biz fərdi sahibkarıq. Bu kod hər zaman qeyd edilməlidir və fəaliyyət növünün kodu icbari tibbi sığorta haqqına görə burada artıq biz göstəririk ki, mən muzla işləyənləri işə götürən sığorta edənəm və fərdi sahibkaram. Və ilk kod seçirik və üçüncü kod işsizlikdə sığortası üzrə burada artıq elə bir dəfə kod çıxır 1100 və vergi üzrə yenə də şəxsi səfəriyyəmizdə şəxsi məlumatlarımızdan biz bu kodu əldə edirik və burada əsas fəaliyyət kodumuzu vergilər üzrə qeyd edirik. Yəni ki, biz hansı fəaliyyətlə məşğul oluruq. Daha sonra gəlir azad olma və güzəştlər əmək məzuniyyətinə görə kompensasiya haqqı. Gördüyünüz kimi burada bir çox azad olmalar və ya güzəştlər var. Bunların hamısını mən indi qeyd edirəm. Sırf o məqsədlə ki, sizə bunları izah edəcəm. Amma ola bilər ki, sizin heç birinə ehtiyacınız olmadı, heç birini doldurmaya ehtiyac olmadı. Yəni bu sizin fəaliyyətinizdən asılı olaraq baş verən hadisələrə əsas olaraq biz bu güzəştlərdən istifadə edirik. Yəni ki, əgər biz azad olma və güzəştlərə düşürüksə, əgər bizim ödəniləcək kompensasiyamız varsa əmək məsuliyyətinə görə, o zaman biz bəli seçirik bunları. Yenə deyirəm, bu bizim fəaliyyətimizdən asılı olaraq dəyişə bilər. Seçmə edə bilərik, seçə də bilərik. Sadəcə mən də hamısını seçirəm ki, sizə izah edeyim. Ümumi iş günlərin sayı, yəni birinci gəlir fin kodu olmayan xarici əməkdaşlar barəsində məlumatlarımız varsa, yəni bizim xarici əməkdaşlarımız var, hansı ki fin kodu yoxdur, biz o zaman bəli seçirik və bəyannamənin sonunda onlar haqqında məlumat veririk, əgər yoxdursa xeyir seçirik. Ümumi iş günlərin sayı adətən bizdə istehsal təqviminə əsasən hazırlanır. 2025-ci ilin istehsal təqviminə əsasən biz baxa bilərik ki, burada istehsal təqvimimiz 2025-ci il üzrədir. Biz 2025-ci ilin birinci bəyannaməsini hazırlayırıqsa, burada artıq gördüyümüz kimi istehsal təqvimində hər ay üzrə aylıq iş vaxtının norması və iş günlərinin sayı göstərilib sadəcə 5 günlük iş qrafiki ilə çalışanlara. Biz bilirik ki, bizdə 5 günlük iş qrafiki ilə çalışanlar da var, 6 günlük iş qrafiki ilə çalışanlar da var. Amma istehsal təqvimində sırf 5 günlük iş həftəsi ilə çalışanlar üçün günlər qeyd edilib. Lakin 6 günlük iş həftəsi ilə çalışanlarda biz özümüz orada hesablamanı aparmalıyıq. Misal üçün, yanvar, fevral, mart 2025-ci ilin birinci rübü. Burada demək ki, baxırıq ki, yanvarda neçə iş günü var? Yəni istehsal təqviminə əsasən baxırıq ki, 17 gün 8 saatla işlənilib və 1 gün 7 saatla işlənilib. Yəni bizim yanvarda, yəni birinci rübün, 2025-ci ilin birinci rübündə 18 iş günümüz var. Biz artıq yazırıq birinci ay 18 gün. Yenə də təkrarlayıram, bu 5 günlük iş qrafiki ilə çalışanlar üçün nəzərdə tutulub. Daha sonra fevralda baxırıq ki, aylıq iş vaxtı 20 gün 8 saatla bizdə aylıq iş vaxtının norması var. 20 gün seçirik ikinci aya. Yazırıq, ikinci ayda 20 günümüz var və üçüncü ayda mart ayı və baxırıq ki, burada bizdə deməli aylıq iş vaxtının norması 5 günlük iş qrafiki ilə 12 gün 8 saatla çalışırıq, 2 gündə yəni 7 saatla çalışırıq, yəni ümumi olaraq 14 iş günü. Yəni burada biz artıq göstərəcək ki, üçüncü ayda bizdə 14 iş günü istehsal təqviminə əsasən hesablanılıb. Və bəli, burada dediyim kimi, niyə biz bu cürlə hesablama aparılırıq? Yəni, əgər 5 gün iş həftəsində çalışırıqsa, ümumiyyətlə yalnız sağlayın ki, həftəlik norma var. Bir işçi bir həftə ərzində 40 saatdan artıq işləyə bilməz. Əgər 5 günlük iş həftəsi ilə çalışırıqsa, 40 günə bölürük 5-ə, günə 8 saat işləyir. Amma əgər 6 gün işləyirik, 6 günlük iş həftəsi ilə biz çalışırıqsa, qrafiklə çalışırıqsa, biz deməli 5 gün 7 saatla çalışırıq. Yəni, 5 gün vuruq 7 saata, eləyir 35 saat və axırıncı gün qısaldılmış iş rejimi ilə çalışırıq. Yəni 5 gün, 6-cı gün biz 5 saat çalışırıq. Bəli, ona görə bizdə 5 günlük iş qrafiki ilə varsa, biz o zaman ümumi iş günlərin sayı 5 günlük iş qrafiki ilə götürürük. Belə bir hallar da var ki, müəssisələrdə elə hallar olur ki, bəzi işçilər 5 günlük iş qrafiki ilə çalışır, bəziləri isə 6 günlük iş qrafiki ilə çalışır. Buralarda necə tənzimlənir bu qayda, ümumi iş günlərin sayı necə tənzimlənir? Orada demək ki, əgər sizdə ümumi işçilərin sayı 30 nəfərdir, tutalım. Nümunə olaraq sizə gətirmək istəyirəm. 30 nəfərdir və 20-si 5 günlük iş qrafiki ilə çalışırsa, yəni əhəmiyyətli dərəcəsi 5 günlük iş qrafiki ilə çalışırsa, biz 5 günlük iş qrafikinin günlərini götürürük. Bu birinci metoddur, amma ikinci metod da var ki, bəzi şirkətlərdə necə göstərirlər? 6 günlük iş qrafikinin günlərini göstərirlər. Və 5 günlük çalışanlarda onlarda işləmədiyi günlərə görə, misal üçün 5 günlüklərdə, tutaq ki, indi bir misal göstərim, fevral ayı üzrə. 5 günlük iş rejimi ilə çalışanlar neçə gün işləyirlər fevral ayında? 20 gün, düzdürmü? Bəs 6 günlük iş qrafiki ilə çalışanlar neçə gün işləyirlər?
fevralda. Yəni ki, burada 28 ümumi iş günü var. Onlar yalnız bazarlar işləmirlər, 6-cı günə işləyirlər. Deməli 28-dən çıxırıq 4, 24 gün. Yəni görürsüz, yəni 5 günlük iş qrafiki ilə işləyənlər 20 gün işləyirlər, amma 6 günlük iş qrafiki ilə işləyənlər 24 gün işləyirlər. Burada belə çıxır ki, əgər biz 6 günlük iş rejimi ilə götürürüksə iş günlərinin sayını 5 günlüklərdə 4 gün arada boşluq yaranır da. Biz onu artıq növbəli iş rejimi kimi bəyannamədə göstərəcəyik. Bəzən təqvimdəki kimi olmur, bəli, təbii ki, bu dəyişikliklər olur. İstəyir fevral olsun, istəyir mart olsun. Yəni ki, il ərzində, mən deyim, bu istehsalat təqvimi il ərzində milyon dəfə dəyişilə bilər. Həqiqətən, yəni ki, bu sadəcə ilin əvvəlində istehsalat təqvimidir dövlət tərəfindən sosial.gov.az-da çıxan. Amma ola bilər ki, il ərzində müəyyən dəyişikliklər olsun. Tutaq ki, Leyla xanım qeyd etdiyi kimi fevralda seçkilər oldu. Artıq hansı dəyişikliklər baş verirsə, biz o dəyişiklikləri nəzərə alırıq. Ona uyğun olaraq tənzimləyirik iş günlərinin sayı. Məsələn, martda da orada müəyyən dəyişikliklər var. İstehsalat təqviminə heç uyğun gəlmir. Biz onu da təbii ki, nəzərə alırıq. Yəni ki, dəyişiklikləri, yəni əgər Nazirlər Kabinetinin qərarı çıxıbsa ki, falan gün qeyri iş günü hesab edilsin, biz Nazirlər Kabinetinin qərarını əsas olaraq götürürük və o dəyişikliyi biz cədvəlimizdə və bəyannamədə göstəririk. Onu nəzərə alırıq. Bəli, Nübar xanım, dediyim kimi, yəni növbəli iş rejimi kimi biz onu göstərdik. Yəni əgər bir şirkətdə həm 5 günlük iş qrafiki ilə çalışan var, həm 6 günlük iş qrafiki ilə çalışan var, ya birinci metoddur, hansı ki, əhəmiyyətli dərəcədə neçə faizi ümumi işçilərin sayına uyğun olaraq əhəmiyyətli dərəcədə hansı iş qrafiki ilə çalışırlarsa, misal üçün 30 nəfər işçimiz var, 20-si 5 günlük iş qrafiki ilə çalışırsa, biz elə 5 günlük iş grafikini tətbiq edirik. Amma əgər İkinci metod var ki, biz orada növbəli iş qrafiki ilə onları göstərə bilərik. Bəli, mart ayında da eyni qaydalı dəyişikliklər olacaq. Biz baş verən dəyişiklikləri nəzərə alırıq. Bəli, martda 13 gün olacaq iş günü. İş günlərin sayı. Amma görürsünüz ki, burada istehsalat təqvimində neçə gün göstərilib? 12 plus 2, 14. Yəni biz amma burada artıq 13 iş günü göstərəcəyik və ikinci ayda da 19. Çünki orada əlavə edilib bizimlə seçkilər günü əlavə edildi. Yəni, ümumi olaraq qeyd edim ki, yəni Nazirlər Kabinetinin qərarına nəzərə alaraq bütün dəyişikliklər qüvvədə olmalıdır. Tak, keçirik növbəti hissə vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu, vergi ödəyicisinin fəaliyyət sahəsinə qrupu olaraq biz bilirik ki, bizim ümumiyyətlə 2 sektora bölünüb bizim işçilərimizin sayı, vergi ödəyicilərin sayı. Bu qeyri-neft sektoru, özəl sektor və yəni qeyri-dövlət sektor və dövlət sektorundan neft sektoru. Biz bugün özəl sektora baxacağıq, amma təbii ki, mən burada izahını verəcəm həm özəl sektoruna, həm də dövlət sektoruna aid olaraq, amma bəyannaməni biz qeyri-dövlət sektoruna aid edilən nümunəyə əsasən dolduracağıq. Deməli, vergi ödəyicisinin qrupu da vergi məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilər. Ümumiyyətlə, artıq bu hissə bu cürlə doldurulduqdan sonra belə bir məqam var, belə bir incə məqam var vahid bəyannamədə. Misal üçün, siz indi bu güzəştlərin hamısını seçdiniz. 1, 2, 3, 4, 5. Tutaq ki, düşünürsünüz ki, hamısını dolduracağım. Növbəti səhifəyə keçdinizsə, bunların hamısı dolmalıdır. Yəni, bu bölmələrin hamısı dolu olmalıdır. Əgər bu sizin seçdiyiniz bölmələrdən hər hansısa biri dolu olmasa, sizdə bəyannamə artıq irəli getməyəcək, növbəti bölmə getməyəcək, yaxud da təsdiqlənməyəcək. Ona görə biz mütləq şəkildə bizə hər fəaliyyətimizə uyğun olaraq bizə doldurulmalı lazım olan bölmələri seçəcəyik. Tak, deməli gəldik biz artıq bizim doldurmalı olacaq məqamlara. Burada gəlir birinci işçilər üzrə istifadə edilməmiş əmək məsuliyyətinə görə hesablanmış kompensasiya məbləği. Bəli, yəni ki, biz işə götürəndə işçi işə girdiyi gündən 6 ay sonra əmək məsuliyyətindən istifadə etmək hüququ var. O istifadə edə bilər, o əmək məsuliyyətini istifadə etməyə bilər. Amma ona istifadə etmədi. Əgər istifadə etmədiyi halda o məsuliyyətdən istifadə edilmirsə, ona istifadə etmədiyi əmək məsuliyyətinə görə kompensasiya məbləği hesablanmalıdır. Yəni ki, işçiyə, bütün işçilərə əmək məsuliyyətinə görə əmək məsuliyyəti ya verilməlidir, ya da verilmirsə, onun əvəzində kompensasiya ödənilir. Bəzən nə ilə səhv salırlar? Düşünürlər ki, işçi birinci dəfə işə girib, tutaq ki, əmək müqaviləsi yeni bağlanılıb, 6 ay keçmədən əgər siz onu işdən çıxardırsınızsa, o demək deyil ki, siz ona istifadə etmədiyi əmək məsuliyyətinə görə kompensasiya hesablanmır. Yox, istifadə etmədiyi əmək
Məzuniyyətə görə kompensasiya işçinin işə girdiyi gündən hesablanılır. Bir ay işləsə belə, 2 ay işləsə belə, sadəcə orada cüzi məbləğlər hesablanılır. İndi orada əmək haqqının böyük olmağından asılı olaraq dəyişə bilər təbii ki. Amma yəni bir ay işləsə belə, işdən çıxsa belə ona istifadə etmədiyi əmək məzuniyyətə görə kompensasiya məbləği hesablanılır. Amma əmək məzunu istifadə etmə hüququ işçi işə girdiyi gündən 6 ay sonra yaranır. Yəni məzuniyyətə o 6 ay sonra girə bilər, amma kompensasiya birinci gündən hesablanılır. Yəni belə olan halda biz artıq işçilər üzrə istifadə edilməmiş əmək məsuliyyətinə görə hesablanmış kompensasiya məbləğini nəzərə alırıq. Belə olan halda biz üzərinə plus işarəsini qeyd edirik və burada işçinin fin kodunu qeyd edirik. Fin kodunu qeyd edirik, axtar düyməsi seçirik və işçinin adı, soyadı və ümumiyyətlə fin kodu, sosial sığorta nömrəsi və doğum tarixi gəlir, işçi haqqında məlumatları və il. Yəni görürsünüz ki, biz ola bilər ki, biz işçiyə 2025-ci ildir. Ola bilər ki, biz 2 ilə görə belə ona kompensasiya haqqını ödəməmişik. 23-cü və 24-cü illərə görə ödəməmişik. Demək, biz ayrı-ayrılıqda hər birinin istifadə etmədiyi kompensasiya haqqını mütləq şəkildə qeyd etməliyik. Misal üçün, işçi 2024-cü ildə məzuniyyətə çıxmayıb, biz ona kompensasiya haqqı hesablamalıyıq. Ümumiyyətlə, belə bir məsələ var ki, əmək haqqını hesabladığımız zaman və əmək tabelini hazırlayanda, əmək haqqı cədvəlini hazırlayanda biz işçiyə əmək haqqının hesablanması ilə yanaşı onun məzuniyyət haqqını ayrıca cədvəldə göstərməliyik. Misal üçün, Həsənov Azər Tanrıverdiyoğlu, onun əmək haqqısı 1200 manatlı qros əmək haqqı, onun istehsal təqviminə əsasən 6 günlük iş rejiminə görə iş günləri sayı qeyd edilib və onun faktiki işlədiyi iş günləri sayı da qeyd edilib və onun hesablanmış əmək haqqı da burada qeyd edilib, ayrıca qeyd edilir. Amma istifadə edilmədiyi məzuniyyətə görə əmək haqqı cədvəlində ayrıca mütləq şəkildə onun kompensasiyası ayrıca qeyd edilməlidir. Adətən biz həmin kompensasiyanı bəzən görürəm şirkətlərdə ki, onlar onu qeyd edilir, əmək haqqı ilə yanaşı xeyr. Bu ayrıca mütləq şəkildə qeyd edilməlidir, çünki hesablamalar da ayrıca aparılır. Misal üçün, biz işçiyə elə bu işçini tutaq ki, götürək fin kodunu. Biz işçiyə 2024-cü ildə 700 manat kompensasiya haqqı ödəyirik və 2024-cü ilin kompensasiyasını ödəyirik. Amma bəyannaməni biz hansı bəyannaməni hazırlayırıq? 2025-ci ilin 1-ci rübün bəyannəməsi. Yəni mən bunu nə zaman buna hesablayıb ödəmişəm? Yanvar, fevral yoxsa mart? 2025-ci ilin yanvar, fevral yoxsa mart ayında. Və artıq göstərirəm ki, mən mart ayında tutaq ki, Həsənov Azər Tanrıverdiyoğlu'na 700 manat kompensasiya hesablayıb ödəmişəm. O zaman biz qros məbləğini, yəni əmək haqqı da hesablanan məbləğini qeyd edəcəyik biz burada. Əlavə et düyməsi seçirik və davam edirik növbəti hissəmizə. Daha sonra bizə gəlir muzlu işlə əlaqədar ödəmə mənbədə tutulan vergi üzrə güzəştlər, məcbur dövlət sosial haqqına cəlb olunmayan gəlirlər, işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər, icbari tibbi sığorta haqqına cəlb olunmayan gəlirlər. Yəni əslində biz bilirik ki, vergi məcəlləsində hər vergi rejiminə görə güzəştlər və azad olmalar tətbiq edilir. Məsələn, biz bilirik ki, sadələşmişdə kənd təsərrüfatı azaddır, mənfəətdə mikro sahibkarların 75% azaddır. Yəni ki, hər vergi rejimində necə ki, güzəştlər və azad olmalar varsa, eyni qaydada sosial öhdəliklərimizə görə də bizdə güzəştlər və azad olmalar tətbiq edilir. Kompensasiyanın istənilən vaxt ödəmək olar. Bəli, yəni ki, o əmrləşdirilir və işçiyə, yəni işçinin tələbinə olaraq ümumiyyətlə tövsiyə edirəm ki, il bitdisə, yəni il üzrə ona məsəl üçün məzuniyyət verilmədisə, il bitdisə elə həmin məzuniyyətə görə istifadə etmədiyi kompensasiya haqqını ona hesablansın, ödənilsin. Amma yenə də təcrübəmdə görmüşəm ki, şirkətlər var ki, heç əmək məzuniyyətinə göndərəməyir rəsmi olaraq, elə işçi işdən çıxdığı gün ona son haqq hesabı hesablayırlar və onu ödəyirlər. Yəni son haqq hesabı nədir? İstifadə etmədiyi məzuniyyət haqqına görə hesablanan kompensasiya haqqıdır, iş günləri sayıdır və müəyyən müavinətlər və s. verilməkdir. Deməli, gəlirik bu azad olmalara. Yəni, dediyim kimi, necə ki, vergi məcəlləsində bütün vergi rejimlərində azad olmalar güzəştləri var. Eyni qaydada məcbur dövlət sosial sığortada da, işsizlikdən də, icbari tibbi sığortadan da müəyyən bizim güzəştlərimiz və azad olmalarımız tətbiq edilir. İlk öncə də gəlir vergisindən danışmaq istəyirəm. Ümumiyyətlə, biz bilirik ki, bütün insanlar əmək haqqı alırlar, amma vergi məcəlləsində əmək haqqı sözünü çox az rast gələ bilərsiniz. Əmək haqqı orada muzlu işdən əldə edilən gəlir kimi tənzimlənir. Yəni, biz bütün şəxslər, kim ki,
işçi kimi işə düzəlirlər, işə götürənlə əmək müqaviləsi bağlayırlarsa, onlar vergi bəcələsinə muzlu işdən əldə edilən gəlirlərə aid edilir. Onların gəlirləri, yəni onların əmək haqqısı muzlu işdən əldə edilən gəlir kimi tənzimlənir vergi məcəlləsində. Ona görə siz vergi məcəlləsində əmək haqqı axtarsanız çox nadir hallarda rast gələ bilərsiniz. Adətən bu olur muzlu işdən gəlir və gəlir olduğuna görə təbii ki, fiziki şəxslərin də əldə etdiyi gəlirlərə görə vergi üzrə öhdəlikləri və vergi borcları yaranır. Sadəcə bizdə dediyim kimi iki sektora bölünür işə götürənlər, bu dövlət sektoru və qeyri-dövlət sektoru və burada həm gəlir vergisinin, həm məcburi dövlət sosial sığortalarının, həm işsizlik, həm icbari tibbi sığortalarda hər sektora uyğun olaraq fərqli hesablamalar tətbiq edilir. Misal üçün gəlir vergisi dövlət sektorunda, dövlət və neft sektorunda necə hesablanılır? Gəlir vergisi 2500 manata qədər olanda onların gəlirləri, yenə əmək haqqları 14% hesablanılır. 2500 manatdan çox olduğu halda onlarda gəlir vergisi necə hesablanılır? 350 manat, yəni 350 manat necə tapdıq? 2500 manatı vururuq 14%, plus 2500 manatdan yuxarı olan hissəsinin 25%. Qeyri-dövlət neft sektorunda necə olur? Ümumiyyətlə 2019-cu ildən 7 il müddətinə, ümumiyyətlə 2019-cu ildə bir çox dəyişikliklər baş verdi. Həm vergi məcəlləsində, həm bizdə sosial ödənişlərdə də çoxlu dəyişikliklər, sosial sığorta haqqında qanununda da dəyişikliklər çox baş verdi və 2019-cu ildən 7 il müddətinə, yəni artıq 7 il müddət 2026-cı ildə bitəcək. İndi uzadılacaq, uzadılmayacaq o qanun biz artıq 2026-cı ildə görəcəyik. Deməli 2019-cu ildən 7 il müddətinə özəl sektorda deməli əmək haqqısı, yəni ki, gəliri 8000 manata qədər olan şəxslərdə 0%-dir, 8000 manatdan yuxarı olan hissə 14%. Yəni biz çoxumuz, yəni kimi ki, qazancı 8000 manata qədərdir, biz heç gəlir vergisi deməmişik. Heç, yəni ona görə də bir çox adamda bu gəlir vergisinə bağlı anlayışı yoxdur. Amma 8000 manatdan yuxarı olan hissə, əgər siz 8000 manata qədər manatdan yuxarı əmək haqqı alırsınızsa, 8000 manata qədər olan hissə 0%, 8000 manatdan yuxarı olan hissə 14%-nə hesablanacaq. Misal üçün, tutaq ki, bizim əmək haqqımız 500 manatdır və biz dövlət sektorda çalışırıq. Necə olacaq? İlk öncədən qeyd etmək istəyirəm ki, 102.1.6-cı maddədə fiziki şəxsin əsas iş yerində, əlavə iş yerindən söhbət getmir. Əsas iş yerində hər hansı muzlu işlə əlaqədar əldə edilən aylıq gəlir 2500 manata qədər olduğu halda 200 manatımız bizim azaddır. Gəlir vergisinə azaddır. Yəni təbii ki, qeyri-dövlət sektorunda biz bu güzəştdən istifadə eləmirik ki, zaten bizdə 8000 manata qədər əmək haqqı alan şəxslər olur gəlir vergisinə azaddır. Bu güzəşt daha çox öz dövlətdə tənzimlənir, dövlət sektorları da tanışdır, neft şirkətləri tanışdır. Yəni onlarda artıq əmək haqqı 2500 manata qədərdirsə, onlar həm də 200 manatda azaddır onların qazancları, gəlirləri. Məsəl üçün 500 manat əmək haqqı alsan və dövlət sektorunda çalışsınsa, 500 manat çıxılsın 200 manat, vurulsun 14%. Bu eləcə 42 manat. Amma özəl sektorda necə olur? 500 manat vururuq 0%. Çünki 8000 manata qədər bizdə güzəşt hesablanır. Yəni ki, dövlət sektorunda onlar gəlir vergisi ödəmirlər, amma dövlətdə 42 manat ödəyirlər, amma özəldə 0 manat. Tutaq ki, bizim əmək haqqımız 2500 manatdan çoxdur, yəni 3000 manat əmək haqqımız və dövlət sektorunda çalışırıq. Onda hesablama qaydası necə olacaq? Deməli, hesablama qaydası olacaq ki, 2500 manata qədər olan hissəsi 14% hesablayırıq, yəni 350 manat. Üzərinə gəlirik, 2500 manatdan olan hissə vurulsun 25%. Yəni biz o 2500 manat olan hissəni necə tapırıq? 3000 manat əmək haqqımızdan çıxırıq 2500 manatı, tapırıq ki 500 manatı, onu da vururuq 25% və bizə alınır ki 475 manat dövlət şirkətində 3000 manat əmək haqqı alan işçi ödəyir gəlir vergisi. Amma dövlət özəldə yenə də bu necə tənzimlənir? 0% dərəcəsindən tənzimlənir. Çünki biz 8000 manata qədər əmək haqqı aldığımız halda 0% dərəcədə vergi ödəyirik. Və üçüncü misal tutaq ki, bizim 8500 manat əmək haqqı alırıq. Dövlət sektorunda necə olacaq? Dövlət sektorunda yenə 350 manat plus üzərinə gəlirik 8500 manata çıxırıq 2500 manat və bunu vururuq 25%. Bu deyəcək 1850 manat. Bəs qeyri-dövlət sektorunda necə olacaq özəl müəssisələrdə? Yəni 8000 manatdan artıq olan hissəni vururuq 14%, yəni 70 manat. Bəli, yəni ki, belə bir güzəştlər var. Güzəştlər və hesablama qaydası bu cür nədir? Ümumiyyətlə gəlir vergisinə aid bizim vergi məcəlləsinin 102-ci maddədə güzəştlər tətbiq edilir. Ən yüksək birinci güzəşt 200 manatdır. Biz bayaqlar dediyimiz kimi, yəni əgər əmək haqqı 2500 manata qədərdirsə, əsas iş yerinə tətbiq edilir. Yenə də bir işçi bir yerdə əsas iş yeri kimi çalışa bilər, bir neçə yerdə də əlavə iş yeri üzrə çalışa bilər. Əsas yeri, iş yeri üzrə onda artıq
200 manat azad olma var. Yenə özəl sektorda bu hələ ki, yəni o qədər də hiss olunmur. Dövlətdə hiss edilir bu güzəşt. Ən yüksək güzəşt gəlir vergisindən 400 manatdır və bu kimlərə tətbiq edilir? 102.2-ci maddəsinə əsasən bu milli Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarına, milli qəhrəmanlarına, şöhrət ordusunun hər 3 dərəcəsi ilə təltif edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 41-45-ci illərdə medallarla təltif edilmiş və s. və ilaxır. Yəni 102.2-ci maddədə qeyd olunan şəxslərdə 400 manat güzəşt tətbiq edilir. Misal üçün, milli qəhrəman olan şəxs 2000, belə deyək, 2000 manat əmək haqqı alır. O da necə olacaq onun hesablaması 2000 manat əmək haqqı alırsa? Deməli, biz nə edəcəyik? 2000 manatdan çıxacağıq 200 manat və çıxacağıq 400 manat. Və bunu vuracağıq 14%. Yəni ki, biz həm 102.1.6-cı maddəni də nəzərə alırıq ki, 200 manat, 2500 manata qədər əsas iş yerinə görə onda güzəşt tətbiq edilir. Həm də milli qəhrəman olduğuna görə 400 manatda yeni biz çıxırıq və onu hesablayırıq ki, ona 196 manat gəlir vergisinə görə vergi ödəyəcək. Yenə də bu güzəştlərin hamısı olur demək ki, əksəriyyəti yalnız dövlət sektorunda hiss olunur. Yəni bu həm qeyri-dövlət, həm dövlət sektoruna aiddir. Amma qeyri-dövlətdə artıq 8000 manata qədər güzəşt olduğuna görə biz özəl müəssisələrdə çalışanlar, yəni bu tipli güzəştlər onlara çox da tanış gəlmir. Amma əslində hər iki sektora da aiddir. Daha sonra bizdə 200 manatda güzəşt var. 102.3-cü maddəyə əsasən bu əlillərdir. Amma misal üçün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə onlara 400 manat tətbiq edilir. Amma ümumi olaraq, yəni ki, orqanizmin funksiyasının pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərdə onlarda artıq 200 manat. Yəni müharibə ilə əlaqədar olmayan əlilliyi varsa, onlarda artıq 200 manat güzəşt tətbiq edilir. Daha sonra 102.4-cü maddəyə əsasən 100 manat tətbiq edilir güzəşt. Misal üçün, burada artıq kimlərdir? Məcburi köçkünlərdir. Praktikada daha çox bu məcburi köçkünlərə aid edilir. Əfqanistan və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş şəxslərə də bu 100 manat tətbiq edilir və vergi məcəlləsinin 102.5-ci maddədə 50 manatda vergi güzəşti var. Bu himayəsində azı 3 nəfər olduğu halda, yəni qohumluq dərəcəsindən asılı olmayaraq, o cümlədən gündüz təhsil alan 23 yaşındakı şagirdlər olduğu halda və 102.5-ci maddədə olan digər, yəni adətən daha çox fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olan himayəyə götürüldüyü aydan başlayaraq o hesablanılır. Deməli, vergi məcəlləsində o güzəşt nə aid idi? Yəni ki, yəni yalnız güzəşt 400 manat tətbiq edilir bu vergi məcəlləsi ilə bugünkü gün. Aha. Deməli, nə qaldı bizdə? Belə bir məqam da var. 102 maddə və 102-ci maddəyə əsasən belə bir məqam da var ki, orada demək ki, 102.2, 102.3, 102.4-cü maddədə üçü də əgər güzəştlər sizə tətbiq edilirsə, siz ən yüksək olanı ancaq tətbiq edəcəksiniz. Bu misal olaraq nə götürə bilər? Misal üçün, milli qəhrəmansınız, həm məcburi köçkünsüz, həm də ki, tutaq ki, əlilliyiniz var. Yəni heç müharibəyə aid olmayan bir əlilliyiniz var. Bu güzəştlərdə yalnız ən yüksək tətbiq ediləcək. Yəni üçü də birdən-birə tətbiq edilməyəcək. Tutaq ki, milli qəhrəmandır, həm əlilliyi var, həm də ki, məcburi köçkündür. Biz nə edəcəyik? Yenə bayaqki kimi 200 manat çıxacaq, 400 manat çıxacaq və buna uyğun olaraq da 14% hesablama aparılacaq. Yəni bu gəlir vergisinə aid olan ən belə məşhur güzəştlərdir və belə bir məsələ var. Əvvəllər necə olurdu? Əvvəllər biz bu güzəşti hansı dövrdə tətbiq edirik? Misal üçün, işçi nə vaxt arayışı gətirdiyi, yaxud da vəsiqəni gətirdiyi, məcburi köçkünlər misal üçün orada vəsiqədir. Tutaq ki, vəsiqəni gec gətirib və vəsiqəni gətirdiyi gündən əvvəllər hesablanırdı, bu güzəştlər tətbiq edilirdi. Amma indiki zamanədə artıq vergi məcəlləsində müəyyən dəyişikliklər qüvvəyə mindikdən sonra elə bir qayda çıxıb ki, yəni ki, bu güzəştlə bağlı sənəd hansı tarixdən verilibsə, məsələn, məcburi köçkündür 10 ildirsə, yəni o əmək haqqı, əmək müqaviləsi bağlandığı tarixdən ona güzəşt tətbiq edilir. Yəni biz əvvəlki dövrlərdə qayıdıb o güzəşti tətbiq etməliyik. Yəni baxmır bu işçi. Adətən olur da praktikamızda misal üçün işçidə əlilliyi var, amma heç əlilliyinə dair heç bir sənəd gətirməyib və biz onu normal qaydada hesablayırıq əmək haqqını və sosial öhdəlikləri də və vergiləri də o normal qaydada hesablayırıq. Tutaq ki, bir ildən sonra o əgər sənədi gətirirsə, biz yenə də nə edirik? Qayıtmalıyıq əvvəlki onun əmək müqaviləsi bağlandığı dövrdən ona o güzəşti tətbiq etməliyik.
Bu gəlir vergisi ilə bağlı idi və burada artıq ikinci bölmədə muzlu işlə əlaqədar ödəmə mənbədə tutulan vergi üzrə güzəşt və azad olunmalar hissəsinə daxil olduqda burada artıq biz əlavə etdirməsini seçirik və burada işçinin fin kodunu qeyd edirik. Tutaq ki, fin kodunu qeyd edirik, axtar düyməsi seçirik və vergi məcəlləsində görürsünüz ki, bu maddələr hamısı qeyd edilib. Yəni dövlət sektorunda adətən bu 200 manat güzəşt, yəni əgər dövlətdə çalışacaqsınızsa, yəni ki, bu 102.1.6-cı sətr hər zaman istifadə ediləcək. Yəni əgər əmək haqqı 25 manata qədər olan işçilərə tətbiq ediləcək. Yəni 200 manat bu hər zaman tətbiq edilir. 102.1.6-cı maddə. Tamam. 1, 2, ne yapabilirim ben? 102, 1.6. 200 manatlıq olan 200 manat güzəştimiz. Aha, budur. Və bu göstəricilərdə biz bütün əmək haqqımızı yazmırıq. Yalnız azad olunan və güzəşt verilən gəlir məbləğini qeyd edirik. Yəni 200 manat deyil azad olma. Biz artıq bütün aylara göstəririk ki, məndə bütün aylardan 200 manat bu azad olma güzəştə tətbiq ediləcək. Əlavə etdirməsini seçirik və keçirik məcburi dövlət sosial haqqına cəlb olunmayan gəlirlər. Məcburi dövlət sosial haqqına cəlb olunmayan gəlirlər. Ümumiyyətlə, məcburi dövlət sosial sığorta haqqının hesablama qaydasına bir daha nəzər yetirək və ondan sonra cəlb olunmayan deməli, qanunlara baxacaq ki, kimlər cəlb olunur. Deməli, məcburi dövlət sosial sığorta haqqı ümumi olaraq 25%-dir. Sadəcə tutulma qaydası biraz fərqlidir. Yəni, dövlət neft sektorunda adi qaydada işçidən 3% tutulur, işə götürülən 22% tutulur. Amma qeyri-dövlət sektorunda burada biraz hesablama qaydası biraz fərqlidir. Misal üçün, əmək haqqısı 200 min manata qədər olan işçilərdə 3% hesablanılır, amma 200 manatdan yuxarı olan hissə isə 6 plus 200 manat yuxarı olan hissənin 10%. Tutaq ki, 650 manat əmək haqqımız var, dövlət sektorunda işləyirik. İşçidən neçə faiz tutulacaq? 3% tutulacaq. O necə hesablayacaq? 650 manatı vuracaq 3%, bu da eləcə 19 manat 50 qəpik. Tutaq ki, qeyri-dövlət sektorunda işləyirik. O zaman bizim əmək haqqımızdan neçə faiz tutulacaq? Deməli, 650 manat əmək haqqı alırıqsa, deməli, 650 manatın necə hesablama qaydası olacaq? Biz dediyimiz kimi 3 manata qədər olan hissəsi 3% olduğuna görə bu da edir 6 manat. Hesablayırıq. 6 üzərinə gəlsin. 650 çıxılsın 200 manat. Yəni, bu 200 manata qədər olan hissəsi 3% hesablandığına görə 200 manatdan artıq olan hissəsi 10% hesablanacaq. Yəni 650 manat çıxırıq 200 manat, böləcək 450 manat, bunu vururuq 10%, bu da eləyir 51 manat. Bu, yəni işçidən tutulanlardır. Yəni bizim əmək haqqımızdan işçi olaraq tutulan məcburi dövlət sosial sığorta haqqıdır. Bəs işə götürən ümumi əmək haqqı fonduna əsasən necə hesablayacaq? Yəni dövlətdə adi qaydada ümumi əmək haqqı fondunun 22% bizdə hesablanacaq və işə götürən ödəyəcək dövlət büdcəsinə. Yəni 650 manatı vuracaq 22%, bu da eləcək 143 manat. Bəs qeyri-dövlət sektorunda özəl şirkətlərdə necə olacaq? Burada artıq deməli 200 manata qədər 22%, yəni 200 manatdan yuxarı hissəsi isə necə hesablanacaq? Yenə də 200 manata qədər olan hissə 200 manata vuruq 22%, bölür 44 manat. Üzərinə gəlirik 200 manatdan artıq olan hissənin 15%. Yəni, tutaq ki, 650 manat əmək haqqımız var. Burada necə hesablamalı olacaq? 200 manatı vuruq 22%, bölür 44 manat. Üzərinə gəlirik. 650 manatdan çıxırıq bu 200 manatı. Yerdə qalır 450 manat. Onu vuruq 15%. Bu da eləyir 111 manat 50 qəpik. Yəni, bu cürdən biz məcburi dövlət sosial sığorta haqqını hesablayırıq. Bu azad olmalar tətbiq edildikdə net əmək haqqının artımı olur. Düz başa düşdüm. Yəni, bu azad olmalar tətbiq edildikdə bizim sadəcə vergi borcumuz azalır. Və əmək haqqımız bəli daha çox. Bizim alacağımız əmək haqqı daha çox olur. Nəinki, yəni güzəşt verir də, yəni dövlət bizə güzəşt verir. Yəni ki, müəyyən maddələrə əgər biz uyğun gəliriksə, əlilliyimiz varsa və yaxud da hər hansı bir səbəbdən bizə güzəşt tətbiq edilirsə, yəni ki, işçi, güzəştdə olmayan işçi daha çox vergi olur, aldığı əmək haqqısı daha az olur. Nəinki güzəştdə olan. Deməli, hesablama qaydası məcburi dövlət sosial sığorta haqqı hesablama qaydası bu cürə tətbiq edilir və sosial sığorta haqqının qanununda 15-ci maddəsində artıq göstərilir ki, kimlər məcburi dövlət sosial sığorta haqqından azaddır, kimlərin gəlirləri azad olacaq həmin məcburi dövlət sosial sığorta haqqından. Ən bilinməşhur bu sığorta edənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlərdir. Yəni işə götürən tərəfindən ödənilən hissə o məcburi dövlət sosial sığorta haqqısından azaddır. Yəni ki, bu əmək qabiliyyətinin müvəqqəti itirməyə bu hansı hallarda tətbiq edilir? Xəstələnmişik, hər hansı bir hadisə baş verib və yaxud da doğuşa görə biz əmək qabiliyyətini müvəqqəti itirə bilərik. Yəni belə olan halda
bizə həmin sığorta edən tərəfindən ödənilən hissə məcburi dövlət sosial sığorta haqqından azaddır. Yəni bir də ən məşhur olanlar əslində bunlar da aliment ödənişləri, misal üçün onlar da sosial sığorta haqqının qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqından azaddır. Daha sonra faktiki zaman xərclərinin və ya digər işgüzar xərclərinin əvəzinin ödənilməsi bunlar da azaddır. Yəni 15-ci qanuna əsasən burada müəyyən məsələn, dövlət tərəfindən verilən dövlət müavinətləri və dövlət təqaüdləri də onlar da məcburi dövlət sosial sığorta haqqında azaddılar. Yəni hesablamalardan. Yəni ki, onlarda artıq məcburi dövlət sosial sığorta haqqı hesablanmayacaq. Так, deməli, ən məşhur olanlar bunlardır əslində və biz onlara qeyd edəndə yenə işçinin fin kodunu qeyd edirik. Fin kodunu qeyd edirik. Axtar düyməsini seçirik və burada artıq yenə də qanun və maddə gəlir ki, adətən bu 15-ci maddə olur sosial sığorta qanununda və burada biz artıq göstəririk ki, bizdə hansı gəlirlərimiz azaddır. Ümumiyyətlə, ən məşhuru biri o, deməli, dediyimiz kimi məcburi dövlət sosial sığorta haqqında ən məşhuru həm də ki, sığorta hadisəsi baş verdikdə həyat yığım sığortası. Həyat yığım sığortası da bu son vaxtlarda çox məşhur olan bir sosial sığorta haqqında qanuna əsasən azad olmalara düşən bir sığorta növüdür. Tutaq ki, işə götürən bir sığorta şirkəti ilə həyatın yığım sığortası üzrə müqavilə bağlayır və işçilərin əmək haqqlarından 50% miqdarına, təbii ki, bu işçi özü öz istəyinə uyğun olaraq öz əmək haqqısından müəyyən bir qismini həyatın yığım sığortasına köçürə bilər və həmin köçürən hissənin 50%-i o məcburi dövlət sosial sığorta haqqından azaddır. Əslində həyatın yığım sığortası bu işçilər üçün çox belə deyək, investisiya növü kimi bir seçimdir. Misal üçün biz öz əmək haqqımızdan müəyyən hissənin həyatın yığım sığortasına köçürdürük. O hissə həm məcburi dövlət sosial sığortasından azaddır, həm də biz müqaviləni bağlayırıq 3 il müddətində və bu 3 il müddətində bizim başımıza hər hansısa bir iş gəlsə, misal üçün ölüm hadisəsi baş versə bizimlə bağlı, o zaman bizim o yığdığımız sığorta haqqları bizim ailə üzvlərimizə verilir. Əgər heç bir hadisə baş vermədiyi halda 3 ilin sonunda biz həmin məbləği əldə edirik, alırıq. Həm ona görə biz 3 il ərzində heç bir məcburi dövlət sosial sığorta ödənişləri eləmirik. Plus da bizə həm o ayrılan məbləğə görə 3% də əlavə gəlir eləyəcək. Yəni həyatın yığım sığortası, bilmirəm indi sizdə müəssisələrdə siz müqavilə bağlanıb yoxsa yox, amma bir çox şirkətlər artıq müqavilə bağlayıblar və bu işçilər üçün həqiqətən yeni bir investisiya növüdür ki, sən həm pulunu yığırsan, ona görə həyatın yığım sığortası deyilir, həm başva hissəndən bir hadisə baş gəldisə, sənin ölüm hadisəsi baş verdisə, həmin məbləğ sənin ailə üzvlərinə ödənilir, həm də ki, burada həm güzəştdən istifadə edirsən, plus da gəlir əldə edirsən. Yəni 3 il müddətində əgər sən o pulu çıxartmasan sığortanın büdcəsindən, ona 3% və müəyyən faiz dərəcələri sənə gəlir kimi ödənilir. Yəni burada bu güzəşt nə zaman tətbiq edilir? Nə zaman ki sən 3 il müddətində, məsəl üçün həyat yığım sığorta müqaviləsini 3 il müddətinə bağlamısınızsa, 3 il müddətində o pulu çıxartmayacaqsansa, həm güzəştin də tətbiq ediləcək, həm də müddətin sonunda müqavilə bitdikdən sonra 3% gəlir də əldə edəcəksən. Əgər tez götürəcəksiniz o pulu, güzəştdə yenidən o güzəştə yenidən güzəşt ləğv verilir. Həmin məcburi dövlət sosial sığorta haqqı hansılar ki ödənilməyib, yenidən hesablanılacaq və ödəniləcək. Yəni bəli, ən məşhur olanlar bu həyatın yığım sığortasıdır. Daha sonra bizim əmək qabiliyyətimizi itirdiyimizə görə xəstəlik vərəqəsindən əsasən hesablanılan bizə güzəştlərimiz var və sair və axır. Yəni ki, yenə biz 15-ci maddəyə əsasən bizə uyğun olanı seçirik. Tutaq ki, seçək əmək qabiliyyətini müvəqqəti itirməyinə görə verilən müəyyən. Yəni, sığorta edən vəsaitinin hesabına ödənilən bu həmin müavinət məcburi dövlət sosial sığortasından azad edilir. Və qeyd edilir ki, hansı ayda bizə bu ödənilib. Ümumiyyətlə, xəstəlik vərəqəsini biz EQOV-dan yığırıq, xəstəlik vərəqəsində EQOV-dan yığırıq və həmin o yığdığımız xəstəlik vərəqəsi mütləq şəkildə bu vahid bəyannamədə qeyd etdiyimiz rəqəmlə tutuşdurulmalıdır. Əks təqdirdə buna görə də bizə uyğunsuzluq məktubu gələ bilər ki, bəs sizdə uyğun gəlmir. Əlavə et düyməsini seçirik və gəlirik işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlərə. Ümumiyyətlə, işsizlikdən sığorta haqqı necə hesablanılır? Yəni, dövlət sektorunda da və qeyri-dövlət sektorunda eyni cür hesablanılır. 0,5% həm işçidən, həm işə götürəndən. Burada əmək haqqının 0,5% hesablanılır. Həm işçidən, həm də işə götürəndən. İşsizlikdən sığorta haqqında
cəlb olunmayan gəlirlərimiz də var. Yəni bunlar da yenə də işçilik sığorta haqqının qanunla tənzimlənir ki, orada müəyyən gəlirlər var ki, hansılar ki, cəlb edilmir. Orada siyahı biraz çox azdır. Bu siyasi vəzifə tutan şəxslərdir. Daha sonra yenə də burada hesablanmış əməyin ödənişi fonduna daxil olmayan gəlirlərdir. Bu müvəqqəti itirdiyimiz gəlirlərimizdir. Burada da ikinci ayda yeni necə ki biz yazmışdıq, əmək qabiliyyətini itirdiyimizə görə biz güzəştimiz tətbiq edilir. O həm məcbur dövlət sosial sığortasından da azaddır, həm də ki işsizlik sığortasından da azaddır. Əlavə et düyməsini seçirik və keçirik icbari tibbi sığorta haqqında cəlb olunmayan gəlirlər. İcbari tibbi sığorta haqqında cəlb olunmayan gəlirlər, o da icbari tibbi sığorta haqqında qanuna əsasən tənzimlənir və burada yenə biz axtar düyməsini seçəndə qanun və maddəni görürük ki, tibbi sığorta haqqında qanunda 15-ci maddədə icbari tibbi sığorta qanunu şamil edilmiş şəxslər var ki, onlar da yenə də icbari tibbi sığorta haqqından azaddılar. Yəni ona görə onların əmək haqqlarının gəlirlərindən tutulmur. Bu da yenə hesablanmış əmək haqqının tərkibinə daxil olmayan gəlirlər var. 15.10.1.2-ci sətr. Onlar icbari tibbi sığortadan azaddılar. Yenə də bizim o müvəqqəti Bəli, müvəqqəti əməyimizi itirdiyimizə görə, əgər xəstəlik vərəqəsi tərtib edirkən göndərilirsə, həmin gəlirlərimiz də icbari tibbi sığortadan da azaddır. Yəni sığorta edən hesabına ödənilən hissə azaddır. Həmin əslində yox, burada deyil, yox. Tamam. Bəli, verin sualınızı. Cəmilə xanım. Səsiniz gəlmir, Cəmilə xanım. Mən eşitmirəm, yoxsa səsiniz gəlmir, Cəmilə xanım. Hı -hı. Məndə də gəlmir. Yəni sizə gəlirsə bilmirəm. Ola bilər Cəmilə xanımın mikrofonunda problem var. Tak. Tamam. Cəmilə xanım, əgər mümkünsə chat bölməsinə yazın ya da yeniləyin o zaman mikrofonunuzu. Daha sonra gəlirik, deməli, son 3 bölmə. Yəni ki, bura qədər ancaq güzəştlər və azad olmalar idisə, bundan sonra artıq işçilər haqqında, işçilərin işlədiyi günlər haqqında, işçilərin işləmədiyi günlər haqqında və fərdi sahibkar olduğuna görə fərdi sahibkarla bağlı da yenə də məlumat var. Misal üçün, burada yenə də biz qeyd edəcəyik adı üstündə işçilər üzrə məlumat muzlu işə aid olan fəaliyyət üzrə gəlirlər. Yəni, burada yenə biz PIN kodumuza qeyd edirik, axtar düyməsini seçirik. Və burada görürük ki, işçimizin adı gəldi və işçimiz üzrə işlədiyi iş günləri haqqında məlumatlar. Ümumiyyətcə, bu bölmədə, bax, necə ki, biz qeyd elədik bayaqlar istehsal təqviminə əsasən, biz qeyd elədik ki, bizdə yanvarda 18 gün var, fevralda 19 gün var, martda 13 iş günü var. Düzdürmü? Biz bayaqlara onu qeyd elədik. İndi biz göstərməliyik ki, misal üçün, bizim şirkətimizdə neçə nəfər işçi varsa, mart ayında tutaq ki, 13 iş günü varsa, o 13 iş günü işləyib, yoxsa yox. Daha sonra fevralda 19 günü varsa, o 19 günü işləyib, yoxsa yox. Yanvarda neçə iş günü varsa, ona uyğun olaraq da. Yəni biz elə tamamlanmalıyıq ki, yəni ilk 3 ayda, yəni göstərdiyimiz hesabatda göstərilən iş günlərinin sayı ilə bizim işçimizin iş günləri və işləmədiyi günlərin sayı uyğunlaşsın. Yəni cəmsi ümumi günlərin sayına bərabər olsun. Tutaq ki, burada İşçimiz Həsən Əfazir Tanrıvercioğlu və burada göstəricilərdə göstərilir ki, bunun 1-ci, 2-ci, 3-cü ayda işlədiyi iş günləri haqqında məlumat. Tutaq ki, əsas iş yeri olması barəsində mütləq şəkildə qeyd olunmalıdır. İşçimiz əsas iş yeri işləyirsə, o zaman biz quş qoyuruq ki, bəli, əsas iş yeri üzrə işləyir və gəlir faktiki iş günləri sayına hesablanmış əmək haqqı və digər gəlirlər haqqında məlumat. Ümumiyyətlə, belə bir məqam var ki, bir çox insanda belə bir uyğunsuzluq baş verir. Nə ilə bağlı? Tutaq ki, işçi ayın ortası işə qəbul edilə bilər və yaxud da rübün sonunda o işdən azad edilə bilər və burada bizdə əmək haqqı təbii ki, hesablanmış əmək haqqı ilə, yəni gross əmək haqqı ilə əməkdə qeyd edilən bildiriş üzrə əmək haqqının düzgün gəlməyə bilər. Bununla bağlı sizə uyğunsuzluq məktublara gələ bilər. Siz sadəcə bununla bağlı açıqlama göndərirsiniz. İşçinin işi əgər
Tutaq ki, işçi ayın ortası işə qəbul edilibsə, təbii ki, onda əmək haqqı qros əmək haqqıdan aşağı olacaq. Tutaq ki, 500 manatda qros əmək haqqısı biz onu 250 manat gedəcək. Yəni əgər ayın ortası işə qəbul edilibsə. Amma misal üçün bizə bununla bağlı uyğunsuzluq gələ bilər. Çünki bizim vergi sistemimiz əməklə birbaşa əlaqəlidir və əməkdə qeyd olunan məlumatlar inteqrasiya olunub vergi sisteminə və orada o sadəcə bildiriş məbləğini göstərəcək ki, hə 500 manatlıq əmək haqqı niyə səndə 250 manat göstərilib? Siz sadəcə onunla bağlı açıqlama göndərirsiniz, izahat verirsiniz uyğunsuzluq məktubuna və təbii ki, işçinin bildirişini göstərirsiniz ki, bu işçinin işə qəbul olma tarixi bildirişinə əsasən filan tarixdən başlayır. Və yaxud da işçi işdən çıxıbsa, yenə də bununla bağlı əmək haqqı ilə bağlı bizdə uyğunsuzluq məktubu gələ bilər. Buna da bağlı biz mütləq şəkildə açıqlama və izahat verməliyik, əgər bizə belə bir uyğunsuzluq məktubu gəlibsə. Deməli, həyat yığım sığortasına qoşulduğumuz barədə şirkətimizə məlumat bildirməliyik. İlk növbədə həyat yığım sığortasına qoşulduğunuz necə baş verir də bu, qoşulmaq necə baş verir? Birinci, sizin çalışdığınız şirkət həmin sığorta şirkəti ilə müqavilə bağlamalıdır. Ondan sonra siz bir işçi olaraq həyat yığım sığortası ilə əmək müqavilə bağlayırsınız və əmək haqqının müəyyən bir qismini həyat yığım sığortasının büdcəsinə köçürtürsünüz. Yəni ki, orada birinci növbədə şirkət müqavilə bağlayır, ondan sonra siz müqavilə bağlayırsınız. Əlavə qeyd etsək, onu əlavədə qeyd etsək kifayətdir. Nəyi əlavədə qeyd etsəz kifayətdir? Anlamadım bu hissəni. Siz ümumiyyətlə həyat yığma məsləhət görürsünüz. Əlbəttə ki, bu çox gözəl bir investisiya növüdür. Çox gözəl bir investisiya növüdür. Həm pulu yığa bilirsən. İlk zamanında biraz pul yığmaq bizə çətinlik çəkirik. Pul yığmaqda xərcləyirik keçən. Düzdür, həm pulu yığırsan 3 il müddətində, həm bunun üzərinə faiz gəlir, həm də ki, uzaq olsun, başına hər hansı bir hadisə baş gəldiyi halda sənin ailən də bunun qarşılığını ödəyəcək. Bu təkcə ölümlə bağlı deyil. Məsəl üçün, ola bilər ki, orada müəyyən siyahıda xəstəliklər var ki, tutaq ki, o xəstəliklər məsələn, uzaq olsun, rak, xərçəng xəstəliyi tutulsun. Yəni ki, bunlar onu da sığortalayırlar, onun da qarşılığını ödəyirlər. Yəni həyat yığım sığortası. Ona görə mən çox tövsiyə edirəm və bir çox şirkətlər olar ki, şirkətlərin çoxsu artıq həyat yığım sığortasına qoşulublar və orada həm azad olmalı güzəştlər tətbiq edilir. Yəni sən DSMF-dən azadsan, sənin həmin 50%-ə qədər ayrılan hissə həm pul yığırsan, həm də ki gəlir də qazanırsan. Bu bir gözəl bir investisiya növüdür insanlar üçün. Bəli, deməli burada işçi haqqında, işçinin işlədiyi iş günlərinin sayını qeyd edirik. Deməli, bu təbii ki, əmək haqqı cədvəlinə əsasən biz onu tənzimləyirik. İşçi neçə iş günü işləyib və s. və ilə axır. Tutaq ki, bizdə mart ayında belə deyək, 18 iş günü, yanvar ayında 18 iş günü var. Biz qeyd edirik ki, 18 iş günü və 1200 manat əmək haqqı alıb. Fevralda bizdə istehsal təqviminə əsasən 19 gündür, yəni bir gün burada nəzərə alırıq seçkiləri. 19 gündür. Bu işçi işləyib, tutaq ki, 19 gün, yenə də 1200 manat əmək haqqı alıb. Üçüncü ay, burada artıq tutaq ki, işçi işdən çıxıb. Yəni işçi işdən çıxıbsa 13 gün iş günü mart ayında nəzərdə tutulub 5 günü iş həftəsində çalışanlara biz onu tutaq ki, işçi çıxıb və cəmi cümlədən 3 gün işləyibsə, burada artıq əmək haqqı olacaq. Tutalım 300 manat. Düzdürmü? Yəni mart ayında 13 iş günü var, amma bu 3 iş günü işləyir. Demək ki, 10 gün işləməyib. Yəni işləmədiyi iş günlər haqqında biz məlumatı bu işçiyə dair növbəti bölümdə qeyd edəcəyik. Çünki əgər biz onu qeyd etməsək, bizdə bəyannaməni doldurmaq alınmayacaq. Bax, gözəl işçinin işləmədiyi iş günləri haqqında. Bizcə göstərir ki, həmən işçi yanvar, fevralda tam ay işləyib, amma işləmədiyi iş günü də var, hansı axırıncı ayda, mart ayında. Nəyə görə? Çünki işçi işdən çıxıb, əmək müqaviləsinə xitam verilib. Tutaq ki, burada biz göstəririk 10 gün. 3 gün işləyibsə 10 gün işləmir. Və yaxud da belə bir məsələ də ola bilər ki, tutaq ki, sizin işçiniz, Azər bəy, 18 iş günü var yanvarda, amma o ayın sonu işə girib. Tutaq ki, və burada 8 gün işləyib. Yenə də burada məsələ ondan ibarətdir ki, əmək haqqısı 800 manat olacaq. Məsələ bundan ibarətdir ki, bu həm birinci ayda da işləmədiyi iş günləri var, üçüncü ayda da işləmədiyi iş günləri var, amma fərqli səbəblərindən. Birinci ayda bu sadəcə işə qəbul olunmuşdur deyə iş günlərinin sayı olmayıb. Üçüncü ayda isə sadəcə işdən çıxıb deyə iş günlərinin sayı qeyd edilmir. Belə olan halda biz hər iki səbəbi ayrı-ayrılıqda qeyd etməliyik. Biz burada qeyd etməliyik ki, yeni bir əlavə etməliyik, yeni FİNKO-da eyni qayda yazırıq və burada göstəririk ki, işçinin
e, ayın ortası işə qəbul olunmasına görə bu birinci ayda neçə gün işləməyib. Yəni 8 gün işləyibsə, bu deməkdir ki, 18 gün olub 10 gün işləməyib. Düzdür, göstərir ki, burada 10 gün işləməyib. Yəni hər səbəbi biz ayrı-ayrılıqda göstərməliyik. Yəni bəzi şəxslər düşünürlər ki, belə mən birini seç, birini qeyd etsəm, bu doğru olacaq. Xeyr, bu doğru deyil. Biz hər səbəbini göstərməliyik. Çünki sabah bizə uyğunsuzluq gələndə biz onun açıqlamasını da verəcəyik. Məsələn, ayın ortası işə qəbul edilibsə, bildirişi göndərik. Əmək müqaviləsi sıxtan verilibsə, işdən azad olması ilə bağlı əmr təqdim edirik. Ona görə biz mütləq şəkildə hər bir işçi üzrə qeyd edilməlidir. Bəli, buyurun Cəmilə xanım, xəstəlik vərəqəsi ilə bağlı. Açıqlama yəni iş günü sayı qeyd edilir. Bəli, burada məsəl üçün işçi işləmədiyi iş günlərdə biz sadəcə qeyd göstərir ki, neçə iş gün işləməyib və işçinin işləmədiyi iş günlərin səbəbini. Hə, səbəbini harda qeyd edirik? Səbəbini sadəcə uyğunsuzluq məktubu gələndə, yox, səbəbini baxın da burada əlavə etdiyimiz seçirik. Doklifin kodu qeyd elədik. Axtarılması seçdik və səbəbi budur. İşçinin işləmədiyi iş günlərin səbəbi. Və burada göstərilir hansı səbəbdən işçi işləmir. Hə, başa düşdüm. Sualım bir siz nə idi, xanım Əminə? Deməli, əgər xəstəlik vərəqəsi gəlibsə və mən onu DSMF-yə İqov azdan qeydiyyatına aparıramsa, orada əmək haqqılarını qeyd eləyirəm. Sonra xəstəlik vərəqələrini yükləyirəm, şəkil olaraq göndərirəm hamısını. Amma hesabatımızı göndərməmişəm. Və onlar onu orada görmür. Və yaxud da ki, işçi bizdə 3 ayda işləyir. Hı. Amma əvvəlki iş yerindən arayış almışam, əmək haqqılarını yazıblar, göndəriblər və mən onu qeyd eləmişəm xəstəlik vərəqəsini göndərəndə. Bütün 12 ayın əmək haqqısını gross, bir də köçən, yəni ümumi əmək haqqısı köçəni qeyd eləmişəm. Sadəcə mənə geri dönüş eləyiblər ki, biz muzey hesabatı görə bilmirik deyə. Biz o rəqəmləri orada da görmürük. Yəni çünki istərsəniz biri var əmək haqqısı gross, bir də var köçən. Orada bəzən bonuslar olur və yaxud da ki Aa. əlavə köçürmələr olub. E, Ona görə o görə bilmir onu. O problem nə vaxt həll oluna bilər? Mən muzey hesabatı göndərəndən sonra yoxsa Əslində, xeyr, xəstəlik vərəqəsini aldığımız gün biz EQOV-da bunun qeydiyyatını keçirməliyik. Xəstəlik vərəqəmizi özümüz yazırıq, arxasını doldururuq və göndərməliyik əslində eyni gündə. Yəni belə bir səhv məndə gəlməyib, belə bir xəta məndə gəlməyib. Ola bilər ki, yenilənib sistem. Amma biz xəstəlik vərəqəmizi aldığımız gün gəlirlərimizi biz axı növbəti ayların gəlirlərini göstərmirik ki, biz əvvəlki ayların gəlirlərini göstəririk, bəli, əvvəlki bəli. ayın gəlirlərini göstəririk və ona uyğun olaraq siz məsəl üçün əmək haqqı cədvəlini göndərə bilərsiniz onlara. Təsdiqlənmiş, imzalanmış, möhürlənmiş əmək haqqı cədvəlini göndərə bilərsiniz ki, onlar onu nəzərə alsınlar. Zaten Hə, yəni muzey hesabat yoxdursa, bəli, muzlu hesab yox, bəli. əmək haqqı cədvəlini təqdim edirsiniz və onlar ona çünki xəstəlik vərəqəsi əldə etdiyimiz gün biz onu uçota salmalıyıq, onu işləməliyik. Düzdür, elə bir hallar var ki, bəli, gecikdirənlər də var. Məsəl üçün bizdə Var, var. bəli, gecikdirənlər də var ki, məsəl üçün hamiləlik vərəqəsinə görə, hamileliyə görə xəstəlik vərəqəsini gec gətirənlər var. Biz onu da gec götürə bilərik. O halda var, ikinci də halda var ki, bəli, həm gözləyə də bilərsiniz vahid bəyanat təqdim edib göndərməyə. Bəli. Amma ikinci də variant biz onlara əmək haqqı cədvəlini təqdim edirik, təsdiqləmiş imza, möhür və ona uyğun olaraq da Yəni onu o həmin əlavələrdə onu qeyd eləmək olar. Yəni bəli, skan edib və ya formasında da imzalı bəli, möhürlü göndərmək olar ki, bu bəli, izahat muzey hesabatım yoxdur, amma əmək haqqı cədvəlim var. Bu adam bu qədər əmək haqqı alır. bəli, bəli. Eynən. Çünki siz zaten vahid bəyannamə əmək haqqı cədvəlinə əsasən hazırlanır və təqdim edilir və ona uyğun olaraq Bəli. yəni açıq izahatı bu cürə verə bilərsiniz və sənəd olaraq onu təqdim edə bilərsiniz. Çox sağ olun. Bəli. Deməli, var başqa suallar bu hissə ilə bağlı. Yenə də deyirəm, işini işə götürürük. Bayaqları qeyd etdiyim nüans hansı ki, yadınızda mən dedim ki, 5 və 6 iş günlük qrafiki ilə çalışan işçilər. Tutalım, biz 5 günlük iş qrafikini qeyd eləmişik və bizdə tutaq ki, 6 günlük iş qrafikini çalışan işçimiz varsa və əgər birinci metoddan istifadə eləmişiksə, tutaq ki, bayaqlar dedim ki, 30 nəfər işçimiz var, 20 nəfəri 5 günlük iş qrafikində çalışır, amma tutaq ki, 10 nəfəri 6 günlük iş qrafikində çalışır. Biz 20 nəfərə görə, yəni əhəmiyyətli dərəcə 5 günlük iş qrafikində çalışdığına görə 5 günlük iş qrafikini seçirik və 6 günlüklərinə də 5 günün günlərini sayırıq. Düzdür? 5 gün eyni qaydada hesab aparırıq. İkinci metod ondan ibarət edir ki, növbəli iş rejimində çalışanlar. Misal üçün, tutaq ki, bizdə 6 günlük iş qrafikində neçə gün hesablanılır? Fevral ayında 6 günlük. Bayaqlar hesabladıq. 28-dən çıxırıq bir gün seçkiləri olduğu 27 gün, çıxırıq da 4 gün bazar günləri. Bu da elədir 23 gün. 23 iş günü 6 günlük iş rejimi ilə çalışanlar üçün nəzərdə tutulur. Və tutaq ki, biz işçimiz var.
Tutaq ki, bu Pərvanə xanım 5 günlük iş qrafikində çalışır. Biz onun fin kodunu Biz onun fin kodunu götürürük və qeyd edirik sosial sığorta haqqında bu hissəyə axtarış düyməsini seçirik və burada tutaq ki, Həsən və Pərvanə Akif qızım. Yəni bu 5 günlük iş qrafikində çalışır, amma biz birinci səhifədə 6 günlük iş qrafikinin günlərini qeyd etmişik. Biz necə edəcəyik? Biz onu 5 günlük iş qrafikinə götürəcəyik. Burada deməli 18, ikinci ayda 13 və tutaq üçüncü ayda da bu neçə iş günü olmuşdu bizdə? Yox, üçüncü ayda 13 gün olmuşdu. İkinci ayda isə bizdə 19 gün iş günü olmuşdu fevralda. Deməli, bu xanım 5 günlük iş qrafikində çalışır, amma biz ümumi olaraq 6 günlük iş qrafiki seçmişik. Deməli, biz eyni xanıma işçinin işləmədiyi iş günlərinə görə burada yenə əlavə edəcəyik və göstərəcəyik ki, bu fərq olan günləri növbəli iş rejimində çalışdığına görə işçinin Xanım müəllimə çox xahiş edirəm. Bir də izah eləyərdiniz. O hissəni başa düşmədim. Çünki bizdə həm növbəli var, həm 6 günlük işləyən var, həm də 5 günlük işləyənlər var. Ona görə qarışdırdım. Mən 5 günü başa düşdüm. Hı. Növbəli işçiləri necə eləyəcəyik? Fərq harda yaranır? Tutaq ki, belə deyil. Bizdə 2 nəfər işçi var. Biri Həsənov Pərvanədir. 5 günlük iş qrafikində çalışır. Və biri var Həsənov Azər. 6 günlük iş qrafikində çalışır. Düzdürmü? Biz artıq bilirik ki, 6 günlük iş rejimi ilə deməli, yanvar, fevral, mart. Yanvar, fevral, mart və 5 günlük iş rejimindən baxırıq bu günlərin sayına. Deməli, 5 günlük iş rejimindən biz dedik ki, iş günlər sayı 18 yanvardadır, 19 fevraldadır, 13 də martdadır. Qeyd edirik. 18, 19, 13. 6 günlük iş rejimi ilə bizdə neçə gün olacaq? Deməli, burada olacaq artıq 18 üzərinə gəlirik. 18, 24. Təxmini olaraq hələ ki hesablamalara çox vaxt itirməyək deyə. Tutaq ki, 6 günlük iş rejimi ilə bizim iş günlərimiz sayı tutaq ki 22 gündür. 4 gün əlavə edirəm 6 günləri. Deməli, burada olacaq 4 gün əlavə edirəm 23 gün. Burada da olacaq 16 gün. Tutaq ki, 16 günlük iş rejimi ilə çalışanlarda. Deməli, bizdə əgər birinci hissədə, birinci bəyannaməni hazırlayanda, birinci səhifədə, əgər burada 6 günlük iş rejimi ilə çalışdığımız günləri qeyd etsəydik, 22, 23, 26. Düzdürmü? Bu 6 günlük iş rejimi ilə biz qeyd eləmişik ümumi iş günlər sayı. Biz artıq, görürsünüz, burada hamısı silindi. Çünki geri qayıtıb düzəltə elədim. Biz artıq 5 günlük iş rejimi ilə çalışan işçiyə dair məlumatları necə qeyd edəcəyik? 18, 19, 13 gün. Burada bizim fərqimiz yaranır. Neçə gün? 4 gün. Hər günə görə 4 gün fərqimiz yaranır. Biz həmin işçiyə görə məlumatları növbəli işçinin işləmədiyi iş günlərini qeyd edəcəyik və burada adını qeyd edəcəyik və burada artıq işləmədiyi iş günləri, yəni o yaranan fərq, əslində işləmədiyi iş günlər deyil, sadəcə o fərqdir, 6 günlük və 5 günlük rejim arasındakı fərqdir. Biz burada qeyd edəcəyik növbəli iş vaxtı rejimi ilə 4 gün, 4 gün, 4 gün və əlavə düyməsi seçəcəyik. Yəni o fərqi 5 günlük və 6 günlük iş rejimi ilə çalışan arasında olan fərqi işçinin işləmədiyi iş günləri haqqında məlumatın növbəli hissəsində qeyd edəcəyik. Bağışlayın, bir sual verə bilərəm. Bəli, buyurun Azıq xanım. Deməli, məndən əvvəlki HR işçi ilə belə deyək də, işçinin ipoteka krediti üçün götürüb sistem üzərindən maaşını artırıbdı. Yəni, hardasa 400 manat fərq eləyir netlə hesablayanda. Yanvar ayı üçün, bir ay üçün artırıbdı və daha sonra isə geri çəkibdi. Yəni, adamın ipotekası belə deyək də təsdiqlənəndən sonra. Məsələ budur ki, həmin işçinin maaş köçürülməsinə aşağı maaş köçüb, yuxarı yox. Mən bunun hesabatını verəndə indi o sistemdə uzlaşmayacaq da bir-biri ilə heç bir halda. Çünki artıq göstərir yanvar, amma faktiki keçən maaş da daha azdır. Onun üçün açıqlama olaraq o hissəsində nə qeyd eləsəm daha məqbul olar. Texniki səhvimi qeyd eləyim, deyəcəklər necə olur ki, qarşı tərəfdə təsdiqləyib bu qədər texniki səhv hardan olar deyə. Keçən maaş yəni ödənilmiş əmək haqqını deyirsiniz? Bəli, bəli. Əlbəttə ki, yəni bunu təbii ki, ödənilmiş əmək haqqını vergi görə bilmir. Yəni biz ancaq hesablanmış Ödənilməyib əmək haqqı kimi. Yəni əmək haqqısı daha dəqiq deyim də 800 manatdır. Məsəl üçün 1200 kimi qaldırıbdılar. Əmək haqqı 800 manat kimi ödənilib. Sadəcə sistem üzərində, əmək üzərində 1200 kimi göstərir maaşını.
Başa düşdüm. Bunu yenə vergi əslində görməyəcəyik ki, siz 1800 manat belə ödəmisiniz indiki halda. Amma səbəb əgər yoxlama gəlsə, yoxlama bunu aşkar edəcək və bu sizin üçün əməli başda uyğunsuzluqdur. Yəni bu sizin üçün cərimə kimi də tətbiq edilə bilər ki, yəni ki, əmək haqqını az ödəmisiniz. Yəni, Aha. yəni bunu siz artıq ödəməlisiniz, həmin ay bağlamalısınız. Yəni bu çünki texniki səhvdir. Siz zaten onu ödətdirəcəklər. Çünki burada artıq uyğunsuzluq yaranır ki, səndə əmək haqqı, yəni bildirişdə qeyd olunan qros əmək haqqı ilə ödənilmiş əmək haqqı arasında fərq yaranır. Yəni bunu indi vergi görə bilməyəcək ki, siz 800 manat ödəmisiniz. Yəni onun əmək haqqını o belə görə ödənilmiş məbləğləri görə bilmir. O ancaq Mən hesabatı verəndə 1200 ilə verməliyəm o zaman. Bəli, əlbəttə ki, əmək müqaviləsində hansı dəyişikliklər qüvvəyə minibsə, hansı tarixdən, hansı tarixədək, o tarixədək siz mütləq şəkildə 1200 göstərməlisiniz. Hı Yəni o hı. hadisəni bir ay. Çox sağ ol. Bəli və işçilər üzrə ümumi məlumat qeyri-muzlu işə aid olan fəaliyyətlər üzrə burada artıq əlavə etdiyimiz seçilir. Bu bayaqlar sizə göstərdiyim fərdi sahibkara görə olan hissədir. Burada da yenə biz göstəririk hansı ayda fəaliyyət olub və görürsünüz ki, bu artıq 2025-ci ilin 1-ci rübü olduğuna görə 400 manatdan götürülüb və biz göstəririk ki, hansı ayda fəaliyyət olub, hansı ayda fəaliyyət olub. Tutaq ki, bizdə bütün aylarda fəaliyyət olubsa, əlavə et düyməsini seçirik və burada isə növbəti bölmə keçirik. Baxın, bayaqlar sizə bir izah eləmişdim ki, yəni biz əgər bu azad olmaların hamısını qeyd eləmişiksə, biz hamısını doldurmalıyıq. Doldurmadığımız təqdirdə bu hesabat belə deyək də, qeydiyyatdan keçməyəcək, yoxlanılmayacaq. Yəni ki, səhv ortaya çıxacaq. Deməli, biz ona görə qaydırıq. Əgər doldurulmursa, bu azad olmaları və güzəştləri buradan çıxardırıq və keçirik növbəti hissəyə, növbəti bölmələrə. Burada mən yenidən həmin işçiləri qeydə alıram. İşçi haqqında bax ki, mən burada deməli. Və bir də elə bir hal baş verir. Bunu da indi yadıma düşdü deyim ki, misal üçün işçi sosial məzuniyyətdən istifadə edə bilər. Xanımlar adətən misal üçün hamiləyə görə və ya başqa bir uşağa görə, doğuşa görə sosial məzuniyyətdən istifadə edə bilərlər. Belə olan halda o tutaq ki, bütün il işləməyə də bilər, yaxud da hansısa birinci, ikinci, üçüncü ay işləməyə bilər, ümumiyyətlə işləməyə bilər sosial məzuniyyətdən istifadə etdiyinə görə. Belə olan halda biz onu mütləq şəkildə burada qeydiyyatdan keçiririk. Sadəcə adını qeyd edirik və əlavə et düyməsini seçirik. Yəni ki, heç nə doldurmuruq. Amma işləmədiyi iş günləri haqqında biz onu mütləq şəkildə məlumatı qeyd edirik ki, bu sosial məzuniyyətdən istifadə edilir. Yəni bəzən bunu nə üçün edirik? İndi sizə izah edəcəm. Və göstərir ki, sosial məzuniyyətlərdən istifadə edilməsi və göstərir ki, bütün ayı bu sosial məzuniyyətlərdən istifadə edilib. Yəni biz orada qeyd eləmişdik 22, 23, 26, 22, 23, 26. Yəni göstərir ki, 16. Sosial məzuniyyətdən istifadə etdiyinə görə bu bütün rüb işdə olmayıb. Nəyə görə bunu vurğulayıram ki, biz mütləq şəkildə işçinin boş da olsa burada adını qeyd edirik, yeni iddiarsa, boş da olsa, bu fərdi sahibkara görədir. Boş da olsa orada adını qeyd etməliyik. Çünki növbəti bölmə keçəndə görürsünüz ki, burada işçilərin sayı var və işçilərin sayı gələndə işçilərin ümumi sayı olur və faktiki işə cəlb olunan işçilərin sayı olur. Adətən bunların arasında nə zaman fərq yaranır? Nə zaman ki, misal üçün yenə bayaqlar gördünüz ki, görürsünüz bizdə işçilərin sosial məzuniyyəti olduğu halda o nəzərə alınmır. Amma əslində əmasda bizdə o işçi faktiki olaraq var olmuş kimi göstərir. Yəni, bax, buna görə bizdə uyğunsuzluq gələ bilər ki, işçi sosial məzuniyyətdən istifadə etdiyi müddətdə işçilərin sayı olan hissədə o əks etdirilmir. Amma əmasda bu işçi var. Buna görə də bizə belə bir uyğunsuzluq gələ bilər. Biz sadəcə buna uyğun olaraq da cavab veririk ki, işçi sosial məzuniyyətdə olduğu müddətdə o sistemdə bizdə əmasda var, amma biz vahid bəyannamədə onu boş göndərdiyimizə görə bu bir nəfər arasında uyğunsuzluq yaranırsa, biz onu belə açıqlama verərək izah edirik. Xanım müəllimə, onda onu DSMV-yə də göndəririk də onun bu analıq məzuniyyətinə çıxan Bəli, vərəqə. eynən. Zaten siz Orada görsənsin, əmasda da xəstəlik görsənəcək. bəli, zaten xəstəlik vərəqəsini də göndərəndə, misal üçün, onda da o sənəddən uyğunlaşdırır zaten əmas. Əmas və taksis uyğunlaşdırır, vergilər də uyğunlaşdırırlar. Bəli, müəllim, bəs onlayn işləyənlər necə qeydiyyatını aparırıq? Onlayn işləyənlər, əgər siz onlarla əmək müqaviləsi bağlamısınızsa, təbii ki, əmək müqaviləsi ilə onların iş saatları tənzimlənir. Yəni, onlar neçə saat işləyirlər, iş yeri hardadır?
1000 nəfər işçi sayı varsa hamısını bir-bir doldurur. 1000 nəfər işçi sayı olduğunda qəşəng suala toxundunuz Bağdad xanım. Ümumiyyətlə bir-bir təbii ki, bunları doldurmağa ehtiyac yox deyəndə ki, bir-bir doldurmaq bu bir çox şirkətlər əgər 1000 nəfərdən artıqsa işçi sayı bu əziyyətlidir əlbəttə ki. Biz onu burada Excel forması var. Excel üçün fayl nümunəni indirə bilərik və o fayl nümunədən istifadə edə bilərik. Bu Excel faylda biz doldura bilərik həmin 1000 nəfər işçini ki, bir-bir burada istifadə eləməyək. Yəni ümumiyyətlə bütün bu bölmələrə uyğun olaraq nümunə Excel fayl var. Biz onun içində yığırıq, sonra isə bura eksport eləyə bilərik. Eyni qaydada misal üçün biz müqavilələri gətirdiyiməsini sıxsaq da bizdə əmasda olan bütün işçilərin, amma siz burada hansı müqavilələr gələcək? Əmasda faktiki işləyən işçilərin, yəni ki, hal-hazırda olan işçilərin sayları göstəriləcək. Misal üçün biz birinci rübün bəyannaməsini nə vaxt veririk? Apreldə, aprelin 20-sinə qədər veririk. Yəni aprelin 20-sinə qədər olan, apreldə olan işçilərin sayı gələcək. Amma ola bilər ki, məsəl üçün bizdə yanvarda bir nəfər işə girib, bir nəfər işdən çıxıb. Yəni onlar göstərilmir. Onlar gəlib çıxmır çox vaxtı. Amma onları biz özümüz də əllə də əlavə edə bilərik. Amma müqavilə gətirdiyimiz seçildə əmasda olan bütün işçilərin adları gəlib çıxır. Bizdə burada bununla da biz onu istifadə edə bilərik. Təbii ki, işçi sayı çox olan şirkətlərdə burada mütləq şəkildə Excel cədvəllərdən istifadə edilir. Onda xanım müəllim, ona belə çıxır ki, e, bu portaldan eləmək daha yaxşıdır da. Yəni daha sağlamı budur. Çünki biz işə götürdüyümüz işçilər işdən çıxsa da burada görsənəcək. Elədir? Bəli. Yanvar, fevral, mart. Özünüz yenə deyirəm, bu vaxt müqavilə gətir də edə bilərsiniz və olmayan işçiləri əlindən əlavə edə Əlavə bilərsiniz. edə Burada icazə var, bəli. Müqavilə sadəcə yenə deyirəm, siz bu bəyannaməni yığanda mütləq şəkildə əmək haqqı cədvəlləri ilə uzlaşdırın. Məsəl üçün qurduğunuz əmək haqqı cədvəli ilə uyğunlaşdırın. Ki, sabah siz ödəmələr də eləyəndə ona uyğun olaraq ödəmələriniz aparılsın. Ə, Bəs onun işləmədiyi günləri ki, biz burada əlavə edirik, o da Exceldə var. Bəli, işçinin işləmədiyi iş günlərinə dair də bizdə fayl Excel nümunəsi var. Adlı olmalarına da dair də bizdə fayl Excel nümunələri var. Hamısına dair fayl Excel nümunələri var. Yəni biz onlardan istifadə edə bilərik çox rahatçılıqla. Deməli, işçiyə eyni anda həm əmək haqqı, həm məzuniyyət haqqı, həm də mükafat verilir. Bu halda bu hər məbləğ ayrı-ayrılıqda müstəsna hesablanır, yoxsa 3 məbləğ toplayıb məcburi dövlət sosial sığorta haqqına hesablayırıq. Aha, bu qəşəng sualdır. Yəni ki, biz kompensasiya ayrılıqda hesablanılır və məzuniyyət haqqı da əslində biz ayrıca hesablayırıq, amma onlar ikisi bir yerdə yazılır. Yəni kompensasiyanı əgər qeyd edirsinizsə, onu ikinci dəfə əmək haqqı olan hissə qeyd etmək lazım deyil. Nəyə görə? Bax, tutaq ki, biz sizdə Ceyran xanımın sualına cavab olaraq bildirmək istəyirəm. Kompensasiyanı biz zaten qeyd edəndə, işçilər üzrə istifadə edilmiş əmək haqqı məzuniyyəti verir kompensasiya məbləği. Bunu biz bura əlavə edəndə və dolduranda, tutaq ki, hansı işçi üzrə biz doldurduq? Hamısı silindi. Deməli, tutaq ki, bir nəfər işçini götürək və kompensasiya Həsənov Azər. Tutaq ki, Həsənov Azərə biz kompensasiya hesablamışıq və ödəmişik. Tutaq ki, 2025-ci ilin 3-cü ayında 700 manat biz ona kompensasiya ödəmişik. Əlavə etdirmək seçirik. Uca biz ona işləyən günlərin sayını cədvəlinə dolduranda fikir verirsiniz ki, Həsənov Azərə dair, burada Tanrıverici oğluna dair biz burada mütləq şəkildə əsas iş yeri olması barədə məlumatlar qeyd edirik, o heç öz yerində. Burada görürsünüz ki, 700 manat avtomatik olaraq özü çıxır. Yəni biz kompensasiyanı iki dəfə qeyd eləmirik. Biz də sadəcə hesablamış əmək haqqını qeyd edirik. Amma məzuniyyət haqqı o kompensasiya deyil. Yəni kompensasiya yalnız o zaman qeyd olunur ki, işçi məzuniyyətə çıxmayıb. Onda. Amma məzuniyyət haqqı o zaten əmək haqqının tərkibindədir. Əmək haqqı zaten tarif vəzifə maaşından, əlavə ödənişlərdən ibarətdir və biz məzuniyyəti də birləşdirib bura qeyd edirik. Anladıq, Ceyran xanım? Məzuniyyət haqqı, mükafat falan buna bəli. Son haqq hesabı yenə son haqq hesab nədən ibarətdir? İşçinin faktiki işlədiyi ay üzrə hesablanmış iş günləri sayına görə əmək haqqı üzərinə gəlirik. Əgər müavinətlər hesablanırsa müavinət üzərinə gəlirik son haqq hesabı. Son haqq hesabı kompensasiya. Kompensasiya ayrı qeyd edilir. Aşağıdakı ayrı hissəsi, yerdə qalan hissəsi isə ayrıca burada əmək haqqı hissəsində qeyd edilir. Xanım müəllimə, yəni son haqq hesab məzuniyyətdən əmək haqqısından formalaşan bir şeydir də. İşçi işdən çıxanda mən onun məzuniyyətini hesablayıram.
Faktiki əmək haqqısını hesablayıram və son haqq hesab ki ödəyirəm. İstər-istəməz o əmək haqqısı biraz çox olur da. Biz onu qeyd eləyəndə tutaq ki, adam yanvar, fevral işləyib martda çıxıbsa, martda istər-istəməz 700 manat əmək haqqısı alır məsəl üçün 890. Tutaq ki, hə, o 890 orada elə qeyd eləmirəm. Yazıram əmək haqqısı 700 məsəl üçün 190 manat onun məzuniyyət haqqısı. Elə yazıram. Ha, baxın yenə bayaqları. Bizim son haqq hesabımız birincisi nədən ibarətdir? Əlavə deməli müavinət hesablanarsa müavinət hesablanılır, müavinətdən ibarətdir. Daha sonra faktiki işlədiyi iş günlərindən sonra məsələn, martda ayın 15-i işdən çıxıbsa 15 günə görə əmək haqqıdan və plus da çıxmadığı məzuniyyətə görə kompensasiya. Kompensasiya ayrıca qeyd edilir. Və burada kompensasiya. Hmm. Bəli. Amma əmək haqqısı kompensasiya xaric. Bax, məsəl üçün mən görürsüz, bunu qeyd eləyəndə kompensasiya məbləği avtomatik bura gəlib çıxır ki, 700 manat kompensasiya ödənilir. Siz Bəli. yeni qalan məbləği əlavə eləyəcəksiniz. Əmək haqqı qeyd edilir. Və o istər-istəməz həmin ay üçün onda ümumi görünəcək ki, bu Bəli, qədər. ümumi görünəcək, bəli. Məsəl üçün 500 manat yazırıq əmək haqqı. Birinci, ikinci, üçüncü ay və beləcə qeyd edilir. Çox sağ olun. Tamam. Deməli, xarici işlərə görə bölmə, deməli, xarici işlərə görə bölmə, o ən axırda doldurulur. Növbəti bölmə. Tak, bu hissələri mən tez doldurum, çünki geri qaydırıq, geri çıxırıq, avtomatik olaraq məndə, belə deyək, silinir. Ona görə bəyannamənin hazırlanında mütləq şəkildə birinci səhifədən bilin ki, sizə nə qədər lazım olacaq, hansı əlavələr lazım olacaq ki, qayıt təzən düzəlt, belə bir məsələlər olmasın. Deməli, bizdə tutaq ki, iş günlərinin sayı neçə gündür? Yenə baxırıq. Deməli, iş günlərinin sayı 6 gün, 22, 23, 16 yazırıq. 22, 23, martda o çıxıbsa 10 gün yazaq tutaq ki, əsas iş yeri və burada tutaq ki, əmək haqqı 1200. Burada da 1200 və burada da geriləcək 300 manat ona son haqq hesabına 700 manat da 10 günə görə əmək haqqı. Deməli 10 gün işləyibsə burada, demək ki biz işləmədiyi iş günlərində qeyd edirik. Neçə gün? 6 gün. Deməli əlavə etməsi seçirik. İşləmədiyi iş günlər haqqında qeyd edirik ki 6 gün 3-cü ayda işləməyib nəyə görə? İşçinin əmək müqaviləsi xidam verilib 6 gün. Burada doldururuq. Əlavə et. Və burada sosial sığorta və mövcud olmayan xarici əməkdaşlar barəsində məlumat. Ümumiyyətcə, xarici əməkdaşla işləmək üçün o mütləq şəkildə yaşayış izni olmalıdır və işləmək üçün izni olmalıdır. Və elə olan halda xarici pasportun nömrəsi, soyadı, adı və atasının adı çıxır. Və Azərbaycan Respublikasının müvəqqəti və daim işləmək üçün icazəsinin fin kodu verilir orada. 1-2 miqrasiya tərəfindən bir sənəd verilir və orada 6 rəqəmli fin kod verilir və biz o 6 rəqəmli fin kodu qeyd edirik. Məsələn, bizim adi qayda şəxsi vəsiqəmiz 7 nömrəlidir fin kod, amma orada 6 rəqəmli fin koddur. Onu qeyd edirik və eyni qayda biz göstəririk. Birinci, ikinci ay, üçüncü ayda nə qədər əmək haqqı alıb, manatla və yaxud da dollardırsa dollarla qeyd edirik. Və vergi məbləği təbii ki, avtomatik olaraq hesablanılır. Bəs biz burada əmək haqqını ancaq bu hissədə qeyd edirik, əvvəlki səhifədə qeyd etmirik. Yox, əvvəlki səhifə xarici vətəndaşınız varsa, xarici əməkdaşınız varsa, o ayrıca qeyd olunur. Ancaq bu səhifədə. Başa düşdüm, çox sağ olun. Bəli. Və deməli, nə qaldı bizdə? Bəli, bu hissəni doldurduq. Bu hissəni əlavə et. Növbəti bölməyə keçək. Xarici əməkdaş barəsində görürsünüz, məlumat daxil edilməlidir ki, biz növbəti hissəyə keçək. Daha olsun. Akuka, buradan. Bakını yazıram formal olaraq. Bu məlumatları doldurmaq lazımdır ona görə. Yukarı. Karşı fini yazın. Bu məlumatlar mütləq qeyd olunmalıdır, əksərdə növbəti səhifəyə keçmir. Və keçirik növbəti səhifəyə. Növbəti səhifədə bayaqlar dediyim kimi bizdə faktiki işə cəlb olunan işlərin sayı var və işlərin ümumi sayı var. Adətən bu eyni olur. Biz eyniləşdiririk. Bu hissədə sadəcə bizim doldurduğumuz bəyannamədə ümumi gəlirlərin sayıdır.
görürük ki gəlirlərin sayı ayrıca, kompensasiyanın sayı ayrıca qeyd edilir. Burada isə güzəştlər və azad olmalarına bağlı məlumatlar da nəzərdə tutulub. Növbəti bölməyə keçid edirik və burada gəlir çıxır ki, bizdə vergin hesablaması hissəsi. Vergin hesablaması hissəsində biz artıq ay göstəririk ki, bizim tutaq ki 1200 manat vergi cəlb edilən gəlir məbləği var. Yəni ki, işə götürdüyümüz işçilərə görə 1200 manat onlara əmək haqqı ödəmişik. Və burada aşağıda biz bu 1200 manatı ayırmalıyıq. Bunlar 1200 manatın neçəsi yerli fiziki şəxslər üzrədir və neçəsi xarici fiziki şəxslər üzrədir. Yəni burada biz ortaq ondan ayrımını ayırırıq ki, tutaq ki, 100 manat yerli fiziki şəxslər üzrədir, 1000 manat xarici fiziki şəxslər üzrədir. Və burada ay bu ayrımı eləyirik. 100 manat yerli fiziki şəxslər, 1000 manat xarici fiziki şəxslər. Və 3-cü ayda da burada 1000 manat hesablanılıbsa, tutaq ki, 200 manat burada və fiziki şəxslər üzrə, xarici şəxslər üzrə də 800 manat. Bu dollarla hesablanandır, bu manatla hesablanandır. Yəni ola bilər ki, sizin heç xarici işçiniz olmadı, sadəcə yerli fiziki şəxslər işə götürmüsünüz, yəni ki, vətəndaşlardır, rezidentlərdir. O zaman heç aşağıdakını doldurmaq ehtiyac olmayacaq. Yalnız yerli fiziki şəxslərə hesablamalara aid eləyəcəksiniz. Və növbəti bölməyə keçirik. Burada standart hesablama qaydasıdır. Yəni biz bu hesablama qaydanı əmək haqqı cədvəlimizlə tutuşdururuq və ödənişlərimizə də diqqət edirik. Çünki burada artıq ayrı-ayrılıqda göstərilib ki, məcburi dövlət sosial sığorta haqqı nə qədər cəlb edilib, işsizliyə görə nə qədər ödəmə eləməliydik, nə qədər bizim vergiyə görə borcumuz var. Növbəti bölmə, burada da yenə də ümumi hesablamalar aparılır. Məcburi dövlət sosial sığorta haqqı üzrə muzlu işə aid olmayan fəaliyyətdən gəlirlərdən sığortalanan bu fərdi sahibkarın gəlirləri haqqında məlumatdır ümumi və növbəti bölmə və beləliklə biz qeydiyyata alırıq bəyannaməmizi. Yəni ki, əslində bəyannaməmiz bu qədər idi, bu qədər qeydiyyata alındı, daha sonra imzalayırıq və asan imza vasitəsilə yoxlayırıq, asan imza vasitəsilə imzalayırıq və təqdim edirik. Bəli dostlar, belə, yəni bizim Vahid bəyannaməyə bağlı suallarınız varmı bugün? Hani müəllimə bir şey soruşacağam. Ola bilsin ki, bu dərsə o qədər də aid olmaz, amma mənim üçün həmişə onlar qaranlıq qalıb. Məsəl üçün bir şirkətin rəhbəri var. Şirkətin rəhbəri əmək haqqı alır. Tutaq ki, 4000, 5000 əmək haqqı alır, amma nağdlaşdırmanı bəzən eləyir də indi. Məsəl üçün öz hesabına pul atır, oradan gedir nağdlaşdırma eləyir. Bu da əmək haqqı kimi qeyd olunur da orada və yaxud da digər yazmayan bir əmək haqqı qeyd edir. Yəni bunlar hamısını qeyd etmirik biz ki, məsəl üçün adamın gəldi, çıxdı ayına 8000-dən çox. Həmin əmək haqqı bank üzərindən keçəndə istərseniz görsənir, əmək haqqı, əmək haqqı, əmək haqqı. Nə zamanı nəzərə alınacaq? Yəni ki, hesablanmış əmək haqqı ilə və ödənilən əmək haqqı arasındakı fərq nəzərə alınacaq ki, yəni ki, bu Ona görə gələ bilər də bizə dəqiqləşmiş və yaxud da ki, bir məktub gələ bilər ki, sizin bu şəxsə görə və yaxud da ki, bu finə görə belə gəlir məktub. yenə deyirəm əzizim, sizdə ödənişlərə görə vergi yoxlama aparmır. Yəni ki, belə məsafədən göstərə bilmir. Bu yalnız səhər vergi yoxlaması zamanı aşkar ediləcək bu səhvlər ki, sən hesablanılıb səndə əmək haqqı cədvəlinə əsasən falan qədər əmək haqqı, sən bunu bu qədər çox ödəmisən. Nəyə görə? Məsəl üçün Əlavə vergi yükünə, əlavə sosial öhdəliklərinə gətirib çıxarda bilər ki, yəni nəyə görə sən əlavə pul ödəmirsən? Bu vergidən yayınma halı kimi də rəsmiləşdirə bilər, yəni ki, təyin edilə bilər. Nəyə görə? Sən pulu nəqdləşdirirsən. Biri var, sən onu dividend kimi götürsən 5% ödəməlisən. Biri də var ki, sən əmək haqqı kimi artıq özü ödəyirsən və bu artıq vergidən yayınma halı kimi də tanınıla bilər və buna görə əlavə sizdə də cərimə hesablana bilər. Çünki amma eyni zamanda vergi görür, orada onu istərseniz gəlir vergisi çoxalır, gəlir vergisi çıxılır. Oradan görsənir. Bankda yəni köçürmə olandan sonra həmin o gəlir vergisi çoxalır. 8000-dən çox olur və yaxud da ki 10.000-dən çox olanda gəlir vergisi çoxalır. bəli. O bir yana, ondan əlavə də ki, mən də SMF-yə bu muzla hesabatı verəndə qeyd edirəm ki, o adamın maaşı 5000 manatdır və eynində 5000 manat saxlayıram. Yəni 5000 manat köçürmüşəm. Amma əslində 5000 köçürməmişəm, çox köçürmüşəm. Yəni Hansını eləyib? o da tənzimləməli. O sual yaratır. Köçmüsünüzsə nəyə görə köçmüsünüz? Bu mükafat şəklindəsə mükafat kimi göstərməlisiniz onu. Yəni onun mütləq şəkildə Mükafat kimi göstərmək olur. bəli, mükafat kimi belə göstərməlisiniz. Mükafat kimi, bonus kimi göstərirlər. Yəni əlbəttə ki, bunu nə mükafat kimi, nə də bonus kimi əmr verməlisiniz ki, yəni işçiyə falan tarixdə falan işlərin görülməsinə görə mükafat verilib, əlavə və ödənilib. Bu cürlə əmrləşdirməlisiniz. Absolut. Başa düşdüm. Bəli, ödənilən hər artıq məbləğə görə mütləq şəkildə həm hesabatda da göstərməlisiniz onu, həm də ki, ödənişində eləməlisiniz. Çox sağ olun. Tamam.
Başqa İcazənizlə bir sual da mən vermək istəyirəm. Bu avqust ayından əmək məcəlləsinə dəyişikliyə görə hər ay üçün, səhv eləmirəmsə, məcəllə ya 501-dir maddə olaraq, ya da 701 belə, bəlkə də səhv deyirəm hər iki məcəllə adını da, maddə adını da. Orada qeyd olunur ki, biz artıq elektron sistemə, yəni əmasa, hər aylıq işçi üçün köçürdüyümüz maaşın bu Excel-ində, yəni açıqlamasını print eləməliyik, daha sonra onu möhürləməliyik şirkət möhrü ilə və yenidən skan edib sistemə yerləşdirməliyik. Hələ ki açığı mən eləməmişəm və bizdə işçilərin sayı azdılar. Məndən əvvəl də eləməyiblər. Bilmək istəyirəm, bunu eləyən bir əməkdaş varmı və yaxud da 1000-dən artıq olsa bir Qəyə xanım dediyi kimi əməkdaş sayı bu hamısı üçün tək-tək bunun bir ortaq bir yolu varmı, yoxsa necə? Yəni bunu eləyirsiniz praktikanızda, onu bilmək istəyirəm. tətbiq edilmir praktikada. Yəni açığı elə ki tətbiq edilməyib praktikada, bir çox mühasiblərdə də tətbiq edilməyib. Yəni bilirsiniz də bu yaralı bir yerdə mühasib atır HR-a, HR atır mühasibə sən elə belə biraz qarışıqlıq olur. Yəni nəticə etibarilə bunun hələ ki bir sanksiyası yoxdur da yəqin ki. Amma bir nəzərdə tutulmayıb. Çox sağ olun. Ümumiyyətlə xanım müəllimə siz nə məsləhət görürsünüz? Bax, bir dənə məsəl üçün deyin ki, mühasiblər bax muzlu hesabatı etməmişdən öncə bunlara diqqət edin, muzlu hesabat verərkən bunu edin. Biz elə bir ki öz necə deyirlər, belə yolumuzu bilək də. Çünki hər şeydən biraz götürürük, məlumat alırıq, o hesabatı verməyə öyrənir. Amma o yolu əsas yolu keçmək üçün hansıları öncəlikdən də, yəni öncədən bilək ki, səhvlərə yol vermək və yaxud da ki, bilək ki, bunu etməliyəm, sonra bunu edim. Geri dönüş edə bilim bəzi şeylərə. Ki, ən azından bizə dəqiqləşmiş və yaxud da bəzi o belə məktublar gəlməyin sayısını azaltmaq üçün belə deyim. Siz indi məsələ ondadır ki, artıq uzun zamandır yoxlamalar dayandırıblar deyə, yoxlamaların dayandırılması bir tərəfdən sahibkarlar üçün bu müsbət haldır, amma bir tərəfdən də mənfi haldır. Nəyə görə? Yəni yoxlama keçmədən mühasiblər öz səhvlərini görə bilmirlər və hansı səhvlərə yol verirlər deyə bilmirlər. Və bəzən misal üçün müəyyən işlər görürlər, amma məsəl üçün mən təlimlərdə adi bir qaydada deyirəm ki, filan əməliyyat filan cür rəsmiləşdirilməlidir. Mühasiblər bunları bir çoxları bilmirlər ki, doğrudan bu cürlə rəsmiləşdirilməlidir. Çünki yenə deyirəm, yoxlamalar dayandırılıb deyə, bu sahibkarlara dəstək formasında dayandırılıb deyə, yəni mühasiblər öz səhvlərini bilmirlər, görə bilmirlər və necə də addımladığına dair bilmirlər. Təbii ki, mən sizə necə məsləhət görə bilərəm? Yəni ki, aparılan hər bir əməliyyata görə rəsmi sənədiniz olmalıdır, əsaslandırılmış sənəd olmalıdır. Adi bax görürsünüz, siz deyirsiniz ki, mən ödənişlər eləyirəm, amma ödənişlər necə rəsmiləşdirdiyinizə dair heç bir sənədiniz yoxdur. Düzüm, artıq pul ödəmisən. Nəyə görə artıq pul ödəmisən? Artıq pul gəlib. Nəyə görə artıq pul gəlib? Yəni bunların hamısı düzgün şəkildə rəsmiləşdirilmədiyi təqdirdə əlavə vergi yükünə gətirib çıxarda bilər. Misal üçün, dediyim kimi, vergidə yayma halına gətirib çıxarda bilər ki, sən ona artıq əmək haqqı ödəyirsən, nəyə görə artıq əmək haqqı, niyə rəsmiləşdirmirsənsə, sabah buna əlavə vergi də hesablaya bilərlər, əlavə maliyyə sanksiyası da tətbiq edə bilərlər. Yəni ki, siz hər bir şirkətdə mühasibatlığın aparılma qaydası fərdi yanaşılır və burada necə deyim ki, bir yöndən gedəsiniz. Təbii ki, gəlirləriniz, xərclərinizin çoxunu aparın. Gəlirlərimiz, xərclərimizin uçot aparılmağına baxanda deyəndə ki, bu sənin rəsmi qaydada həm gəlirlərin, həm satışların olmalıdır, həm xərclərin də olmalıdır, ağacların da olmalıdır. Burada sənədlər çox mühüm rol oynayır. Sənədlərin aparılma qaydası çox mühüm rol oynayır. Mən mühasibləri də başa düşürəm ki, günü-gündən hər gün yeni qanun, yeni qaydalar tətbiq edilir və bunları nəzarət etmək biraz olduqca çətindir. Məsəl üçün, bayaqlar Arzu xanım deyir ki, bu cür nə bir qanun çıxıb keçən ildir, amma bir çox mühasib tətbiq eləməyib, çünki iş yükü zaten çoxdur və hələ də biz ona da vaxt ayıraq, onları da tətbiq edək, biraz onda daha çətin olacaq. Yenə də apardığınız hər əməliyyatı nəyə görə aparırsınız, onu bilməlisiniz. Yəni, əlavə pul ödəyirsən, nəyə görə ödəyirsən? Yəni, sahibkar sizə hər dəfə gəlib deyə bilər, misal üçün, o qədər olur ki, müdürlər sahibkarlar deyir ki, mən bir dənə kassadan 5000 manat pul verdim. Yəni, siz onu verirsiniz, amma onu necə rəsmiləşdirəcəksiniz? Uçotunu necə göstərəcəksiniz? Və hər zaman bunu özünüzə sual verin ki, mən ödədiyim və yaxud da mənə gələn pulu mən uçotdan necə rəsmiləşdirməliyəm ki, vergi onu tanısın, qanun onu tanısın. Mənim bir sualım olacaqdı. Buyurun. Sosial paşa yığımı, belə deyim də, paşayət yığımı olduqda, məsələn, 800 manat maaşın 100 manatını oraya qoyduqda, onun 100 manat və onun 10%, 25%ləri, icbari tibbi sığortası falan, hamısı onun ödənişə gəlmiş olur. Yəni biz həmin 100 manatı ayrı azad olma hissədə yazacağıq, qalan 700-ü də həmişəki qaydada yazılacaq. Bəli, eynən.
Tamamdır, çox sağ olun. Bəli. Başqa suallarımız var? Yox, çox sağ olun. Təşəkkür edirik. Hər şey aydın oldu. Mənim də suallarım var idi, verdim. Bəli. Başqa suallarınız varsa verə bilərsiniz. Yaxud da artıq sonlandıra da bilərik. Yəni maksimum dərəcədə diqqətli olmalıyıq. Təbii ki, hər gün yeni qanun, yeni qayda çıxır. Çalışaq bu qayda qanunları izləyək zaman-zaman. Bunların hamısını tətbiq eləyək praktikada. Ona görə müəyyən istəyir təlimlər olsun, istəyir kurslar olsun, istəyir seminarlar olsun, istəyir vebinarlar olsun. Hər zaman tövsiyə edirəm ki, nəyə gücünüz çatır, nəyə zamanınız çatırsa qoşulun. Nə qədər bilikli olsanız, bir o qədər də sizin üçün faydalıdır. Bəzən biz bilməyərəkdən də səhvlər eləyirik və bu özü də böyük bir maliyyə itkilərinə və vergi yükünə gətirib çıxarda bilər. Ona görə bilikli olmaq daha sərf eləyir. Həm bizim üçün, həm də sahibkar üçün. Belə. O zaman sizə xoş istirahətlər. Çox sağ olun. Əziyyət Çox sağ çəkdirsiniz. olun. Sağ olun. Sizə də xoş istirahətlər. Sağ olun Sağ xanım müəllimə. Təşəkkür Sağ edirik. olun, təşəkkür edirik. Çox sağ ol. Sağ olun müəllim.